Əziz dostlar, bu günləri çox bir qarmaqarışıq vəziyyətdə texniki olaraq müşkilə üz gəlmişik. Amma umarım ki həll olsun. Yunus bəy Şamili cənabları təşrif gətirdilər. Yunus bəy ilə bir dənə də komment yazın. Ondan sonra çalışmağa siz bir dənə request göndərin. Mən o requesti gördüm, burada bir şey gəldi. Tamam, mən requestinizi qəbul elədim. Yazıb ki unable, eləyə bilmir sizi qata. Bir dəfədə mən çağırım cənabınızı. Mən cənabınızı çağırdım. Umarım ki bu səfər gələ bilərsiniz, eləyə bilək ki. Bilmirəm ki nə vəziyyətdədir, ona görə bir də çağırıram. Bir də çağırdım. Umarım dostlardan biri köməklik eləyər, sonra bunu edit eləyək, bu bölümləri kəsib ataq etməyək. Mən sizi buradan da çağırırım, görək ki buradan çağıranda necə olur. Tamam, buradan çağırdım. Geldi. Geldi, tamam. Siz beni görürsünüz. Ben de sizi görürüm yani. Tamam, selamun aleyküm. Aleyküm selam. Yaxşısınız, halınız Sağ olun. yaxşıdır. Sağ olun. İcazə ilə mən balaca bir müqəddimə deyim, bir iki dənə də xoş xəbər deyim, davam edək. Əlbəttə, əlbəttə. Əziz və hörmətli dostlar, xoş gördük. Umarım dünyanın hər yerindəsiniz və hər zaman baxırsınız keyfiniz saz olsun və keyfiniz saz olmağa çalışsın. Mən İnsaf Əli Hidayət Düşüncə Bağı Otağının aparıcısı, sizin huzurunuzdayım. Bu otaq üçün biz birinci projeni belə götürdük ki, Güney Azərbaycan və İranda yaşayan türklərin siyasi partilərinin, liderlərin, sözçülərin ya komitə mərkəzi müşavirlərin dəvət eləyək və o partinin düşüncələrin, fəlsəfəsinin, siyasətin, yol xəritəsinin, ideolojisinin və stratejisinin, bunlar çoxlu bir şeylərlə tanış olaq. Onlar kəlmələri belə nədir anlamlılar, onları belə anlayaq, görək. Bunun üçün partilərin 11-12 partiya yazdıq. Bunlardan ikisi, biri deyib gəlməyəcəm, biri deyib soruşacağım, mən məşvərət eləyəcəm, gələcəm və qalanlar deyiblər gələcəm. Birinci parti ki, şirkət elədi Güney Azərbaycan İstiqlal Partisi, Salih bəy Yıldırım sözçüsü olaraq huzur tapdılar və 6 cələsə huzuri cələsədə ən yuxarı nişanı məndən aldılar və o milli ərdəmli nişanı bir gündə ən ərdəmli nişanı aldılar. Umarım bir gün mən eləyə bilən medal da buna tərrahlıq eləyək və qonaqlarımıza medal verək, bu əxlaqi siyasi. O niyə bir gün ən ərdəmli olublar? Buna görə ki, özlərin izah eləmək yerinə bir ayrısına işarə edib. Bir ayrı adam, bir ayrı təşkilatın adını çəkib və onun üstündə istəyiblər izah eləyələr. Bundan dolayı, yoxsa əgər mənfi sifət işlətsələr, onda mənfi nömrə verir. İkinci təşkilat Güney Azərbaycan Demokratik Türk Birliyi Təşkilatıdır. Gəlmədilər. 6 gün heç birisində gəlmədilər, izah da vermədilər mütəəssifanə. 6 gün hər gün 10 mənfi nömrə verərək 60 nömrə veriblər. Amma mən arzu edirəm Əjdər bəy Təqizadə cənabları və o parti gəlsinlər, qoşulsunlar. Ən sonda yer olarlar, amma tamam, gəlsinlər, qoşulsunlar və təcrübələri də olar. Yunus bəy, mən fikir edirəm ki, əgər onlar ən sonda gəlsələr, 10 dana hizbin görəcəklər, nə deyiblər, daha güclü gələcəklər. Həm bu nömrəni silərlər, həm də qatqıları olar. Bu sistem ki, düzəldir burada. Və ən üçüncü parti ki, şirkət edibdir, Azərbaycan Demokrat Partisi, əlan şahidsiniz, cənab Yunus Şamili onun komitə mərkəzisi müşaviridir. Bu gün 4-cü gündür təşrif gətiriblər. 2 əvvəl gündə milli ərdəmli unvanın nişanını alıblar və sonra dünənləri cənab Tehrezaninin adını çəkdiklərinə görə və ona görə bir fakt gətirdiklərinə görə bir nömrə gəldi aşağıya, yenə də bir ayrı adamdan istifadə edərək özlərin
ya təşkilatdan istifadə edərək özlərini ifa eləməyə çalışdılar. Mənfi danışmadılar. Amma hər halda bir rütbə gəldi aşağıya və ən ərdəmli unvanını aldılar. Umarım ki, bir gün sizə də bir nişan verərik bu otaq tərəfindən və gözəl gedər qabağa. Ərz edeyim xidmətinizə ki, eyni halda Salih bəy Yıldırım təqribən o sorular ki, cavab verməmiş, onların hamısına cavab verdi, göndərdi. Yaymağa da kollan yaymışıq. Bir dənəsi sonuncusunu da bugün yayıram. Dünən yaya bilmədim, mütəəssifانه onu da. Amma son xəbərlərimiz, gözəl xəbərlərimiz var, cənab Şamili. Bugün Salih bəy Kamirani gələn həftə sizdən sonra, sizin çərşənbə günü axır gününüzdür. Cumadan Salih bəy Kamirani Azərbaycan Mərkəz Partisi olaraq şirkət edəcəklər. Bir gözəl təklif də gətirdilər. Mən çox-çox sevindim, çox-çox fəxr edirəm ki, belə bir dostlarımız var. Dedi ki, bizim televizyon açıqdır, tamam bu sizin orada apardığınız yayınları canlı olaraq ya hətta zəbt olmuş olsa onların hamısı yaysın. Canlı olaraq yaymaq və bu çox böyük bir işdir. Televizyonda söz daha biz eləyə bilsək ki, televizyonlarda, hətta mən bunu buradan ilham alaraq, yəni Salih bəydən ilham alaraq Obalı bəyə də, Əhməd bəy, Sayın Əhməd bəy Obalıya da bir mesaj buraxdım, onlardan da xahiş elədim. Əgər belə bir imkan onlarda da olsa, çox gözəl olar ki, biz daha çox bu düşüncələri, siyasi düşüncələri evlərə aparaq. Umarım ki, o da olsun. O bir tərəfdən, bu ikinci xəbərdə budur. Eldar bəy Qəradağlı cənabları danışırdım bu günləri. O da qonaqlarımızdan biridir, bilirsiniz, gələcəkdir 2 həftədən sonra. Yəni, Salih bəy Kamirani'dən sonra Eldar bəy Qəradağlı cənabları gələcəklər. Onlar da dedilər ki, bizim də partinin bir onlayn televizyon hazırlığındayıq. 1-2 həftəyəcən siz eləyə bilərsiniz, şərtsiz özləri bir şərt qoydular. Bu şərtindən ki, bizim logodan, addan istifadə eləməyəsiniz ki, bir tərəfsizliğə müttəhəm olasınız, eləyə bilərsiniz öz logosundan, öz adısından, bizim də imkanlarımızdan faydalanasınız və partinin olan imkanları sizin. Bu da çox gözəl bir xəbərdir. Evet. Partilərin nə qədər əhəmiyyət, önəm verdiğini göstərir. O da gözəldir. Bir ayrı xəbərdəki ərz eləmişəm, o da Türkiyədə bir dostumuz vardı. İndi adın bir dəqiqə gərək baxam. Gürsət bəy. O da başlayıbdı bunu həm edit edir, gözəl videoları bir-birinin, yəni indi burada cənabısına mən aşağı görsənirik, belə deyil, üst-üstə biz gərək yan-yana duraq. Onlar bunu edit edirlər, yan-yana gətirirlər və özlərinin web saytlarında, sosial şəbəkələrində yayırlar. Çox gözəl, təşəkkür edirəm, tamam dostlardan. Bir çox dostlar da yazı yazırlar, söz buraxırlar, çox gözəl gedir zahirən. Bu o yerinə gedir. Və dünənləri, Can Şamili, mən yenə çək elədim, dünənləri sizin cənabınızla danışanda bizim baxanlarımızın sayı Şərqi Osəti keçmişdi bir mərhələdə. Yəni bu qədər az olmağına baxmayın. Yəni bir də ki, bizim məsələn indi burada əlan Oğuz bəyi görürəm, Cəmşid bəyi görürəm, Salih bəy Yıldırımı görürəm. Yəni insanlarımız, düşüncə sahibi olan insanlarımız gəlirlər və vaxtları olduqca baxırlar. Buradan keçək. Əgər sizin bir söz müqəddəmə olaraq varsa buyurun, yoxsa başlayaq və bugünkü suallarımıza. Yox, elə bir sözüm yoxdur. Selamlar və saygılar hər kəsə ki, gəlirlər bizdə burada. Yəni, deyərlər ki, o cəmaətin olması filan, dostların olması bizi daha çox biraz həyəcana gətirir ki, bəzi fikirlərimizi daha çox izah edər filan. O yaxşıdır və o çox xəbər, gözəl xəbərdir ki, Salih bəy veriblər ki, televizyondan yayılsın və o başqa Kürşat dostumuz da ki, o filmi ucu düzəldir, o çox, hani, onları göndərmək olar televizyondan yayılsın. Yəni, hazır olmuş olur. Bəlkə imkanları olar, bəli, bəlkə özlərində imkanları olar. O düzəlmiş olsa, yəni fail hazır olmuş olsa, o faillər daha, bu faillər, yəni Instagram'ın faillarından daha yaxşıdır. Biraz da edit olsun, əskiyatığı götürülənsin, qeyri lazım şeylər filan, o daha güzel olur. Hələ bir. Doğru. Təşəkkür edirəm. Yetişdik milli mənafəyə. Azərbaycan Demokrat Partisinin milli qavramdan nə düşünür? Deyəndə milli nə düşünür bu qavramdan? Milli ya milli mənafə? Hələ əvvəl milli nə deməkdir? Milli.
Güzel sualdı bu yani milli. Bizim içimizde de dostlar içinde de bu bahs çok ciddice olur. Yani bir milli sözü gələndə dövlət pəncərəsindən milli mənafi mövzuyu bəhs olur. Bir də bir milli gələndə ideolojik açıdan milliyyətçilik söz konusu olur. Yəni biri milli deyəndə ideoloji anlayışı ondan fəhm olunur, düşünülür. Bir də milli deyəndə dövlət pəncərəsindən milli mənafi ya bir ölkənin milli mənafi söz konusu olur. Bunlar çox fərqli şeylərdirlər. Yəni milli mənafi və milli cəhət, yəni ideolojik milli olmaq, yəni nasyonalist olmaq iki fərqli şeylərdir. Bizim toplumumuzda bir sui təfahüm var. Yaxşı oldu bu sualı soruşdunuz. Sevindim çünki bu hafta da mən qabaqda danışmışam, yəni səslərimdə vardır. Yəni milli mənafi və milliyyətçilik və milli mənafi iki başqa şeylərdir. Belə bir təsəvvür var bizim bəzi aktivistlərimizin içində ki, güya milli olmaq, yəni millətçi olmaq deməkdir. Yəni milli olmaq, yəni Azərbaycanın ya Türk milli hərəkatının milli maraqların və mənfəətlərini qorumaq bir şey, amma millətçi olmaq, yəni o mənfəətləri necə qorumaq deməkdir. Yəni iki tamamen fərqli şeylərdir. Yəni ideolojik pəncərədən baxma milli məsələyə olursan sən bir milliyyətçi, bizimkilər ona deyirlər millətçi. İranda, yəni Azərbaycanda deyirlər millətçi. Türkiyədə ona milliyyətçi deyirlər. O çox mühüm tanınmış termi də nasyonalist olmaqdır. Amma milli olmaq demək bir ölkənin mənafeyini qorumaq deməkdir. Bu ayrı şeydir. Yəni bir devlət adamı olursan, yəni bir devlət məsuliyyətində olursan, bir ölkənin sorumluluğu sənin əlində olayı, bir səviyyədə, fərqli səviyyələrdə sən o aldığın o sorumluluğu düzgün yerinə gətirməyin söz konusudur. O sahədə milli mənafe qorunma söz konusudur. Milli mənafeyi də biraz indi danışaq, biraz daha çox izah edərik ki, nə deməkdir. Amma orada bunu bilməyimiz lazımdır ki, milli deyəndə millətçi demək deyildir. Məsələn, bir misal vurum. Məhəmməd Əmin Rəsulzadə bir millətçi deyil, bir sosial-demokratdır ideolojik cəhətdən. Amma Azərbaycan devlətinin ən yüksək dərəcədə mənafeyini qoruyan bir adamdır. Yəni Cumhurbaşkanı, birinci Cumhurbaşkanı seçilib Azərbaycana və Azərbaycanın yüksək səviyyədə milli mənafeyini qoruyandır. Yəni milli mənafeyini qoruyan milliyyətçi olmağa gərək yoxdur. Dünyanın hər yerində baxdığımızda devlətlərə, dünyanın tamam ölkələrinə baxdığımızda milliyyətçilər, yəni nasyonalistlər toplumun siyasi kəsiminin ən kiçik bölümünü təşkil edirlər. Yəni dünyanın baxdığımızda dünya ölkələrində çox az ölkə tapa bilərsən, çox az hətta belə barmaq uca bəlkə tapa bilməyəsən ki, milliyyətçilər dövlət, yəni xalq ona səs verib və milliyyətçilərə səs verib və milliyyətçilər dövlət təşkil verir. Ümumiyyətlə, sosial-demokratlar, liberallar, ya sosial-liberallar, bu kəsimlər toplumda daha çox rəy toplayan ideolojidir və dünyanın dövlətlərinə baxdığımızda da o kəsimlər daha çox dövlət quruculuğunda rol oynayıblar. Yəni, oldu indi toplasaq ya Bakı dilicə yekunlaşdırsaq, belə olacaq ki, milli bir ölkənin mənfəətini qorumaq söz konusudur. Milli olmaq. Yəni, şəxsən mən dövlət adamı da deyiləm, cənabınız da deyilsiniz, eləyə bilmərək milli adam olaq. Ya, əlbəttə, biz indi bugün elə onu da bizə açıqlayacaq milli mənafeyi açıq gələndə. Baxın, milli mənafeyi açıq gələndə iki açıdan, iki pəncərədən milli mənafeyə baxmaq lazımdır. Birisi bugün tanınmış milli mənafeyi, yəni bir ölkənin mənfəətlərini qorumaq. O ölkənin mənfəətlərini qorumaq da gəlir dövlət məsələsi, hakimiyyət qurma məsələsi, qədər təyin edilmə məsələsi. Yəni, xalq gedib bir səs verməlidir, məclisi seçməlidir, məclis bir iqtidari dövlət seçməlidir. O dövlətin görəvi milli mənafeyi təmin etməkdir. Amma bizlər hələ dövlət təşkil etməmişik, dövlət içində deyirik, amma bir milli demokratik, bir milli hərəkətin mənsublarıyıq hamımız. Orada milli mənfəət biraz zorluq, amma milli maraq söz konusudur bizlərə. Bizlərin milli maraqlarımız var ki, nə? Yəni, bu milli hərəkatın milli maraqları hangi siyasətlə təmin olur deyə düşünməyimiz lazımdır. Əlbəttə ki... Məsələn, mən bəzən deyirəm ki, milli düşüncə. Bu nə deməkdir sizcə?
Milli düşüncəni deyəndə milli düşüncəni siz izah etməlisiniz, nə demək istəyirsiniz. Çünki milli düşüncə dediyində dəqiq bəlli olmur ki, milli düşüncə nə deməkdir. Amma məsələn, mən indi istəsəm milli düşüncə deyim, yəni belə izah edərəm. Biz yəni Azərbaycan yəni bir millətdən danışırıq, bir Türk milləti və bir ölkədən, bir bölgə ölkədən danışırıq. Yaxşı, burada milli olmaq demək hər bir siyasi qrupa, hər bir siyasi komünist ola bilər bu, eləyə bilər milliyyətçi də olsun. Yəni soldan, lap sol, ifrat sol, ifrat sağ. Yəni bu ikisinin arasında da fərqli qruplar ola bilər. Bu iki qrupların hər hansısı öz ideolojik pəncərəsindən milli marağı və milli olmağı çalışarlar. Yəni əgərsə bir, məsələn, Türk komünisti deyək məsələn. Əgər bir Türk komünisti varsa, o Türklərin öz ideolojik pəncərəsindən Türk xalqının milli mənafeyi nə cür qorunur, Türk millətinin milli maraqları nədir deyə necə düşünür, ona çalışmalıdır və o onun adını milli qoyacaqdır. Amma bir milliyyətçi pəncərəsindən bu mövzuya baxdığımızda o təbiətən biraz fərqli görüb, biraz fərqli izah edəcəkdir. O da elə milli məsail tozif edir. Yəni milli məsələni o deyirəm, misal da vuram. Milli məsələni qorumaqda, yəni izah etməkdə biraz yəni ideolojik pəncərəni görməyimiz lazımdır. Kim milli məsələdən danışır? Kim? Yəni hangi adam ya hangi partiya, hizb öz ideolojik baxış pəncərəsindən milli məsələni izah edir. Orada bilməyimiz lazımdır. Amma milli məsələ o əsasında, məsələn, deyək, kommunist ölkələr qurulmuş da, məsələn, deyək, Stalin, məsələn, yəni bir sosialist dövlətlərin quruluşunda, onlar da milli mənafeyini qorumaq, yəni onlar da, yəni kökündə o milli mənafeydən ki, danışırıq, öz baxış pəncərəsindən milli mənafeyini necə qorumaq lazımdır deyər, o açıdan milli mənafeyi qorumaqla mükəlləfdirlər. Məsələn, milli hərəkət sözü bizdə çox məşhurdur. Yəni nə demək? Yəni nə demək? Siz nə düşünürsünüz? Dəqiqən, o gözəl suallardır. Milli hərəkət dediyində Azərbaycanda Türk xalqının, yəni İranda dediyimiz, İranda Türk xalqının ən üstün, ən ali problemi o xalqın milli məsələsinin çözülməməsidir. Yəni o xalqı o məmləkətdə öz müqəddəratını təyin etmə haqqını əldə etməmişdir. Və hər bir Türk insan öz toplumunun siyasi, ictimai, sosial gəlişməsi üçün birinci dərəcədə öz qədərin təyin etməlidir. Öz qədərin təyin etmə o bölgədə və ya onların bir xalqın öz vətənində öz müqəddəratını təyin etmə, orada dövlət yapısını qurmaq deməkdir. Ona görə milli məsələ deməkdə Türk xalqı, sadə desəmsə, Türk xalqı birinci dərəcədə çünki daxili istimar siyasətinə məruz qalmışdır. Daxili istimar siyasətindən qurtuluşu üçün milli müqəddəratını, ya milli qədərini o bölgədə bir dövlət qurmaqla və özünü azadlığa, özgürlüyə yetirməklə əldə edə bilir. Bunun adı milli məsələdir. Yəni, milli məsələ bir millətin əsarətdə olması və o əsarətdən qurtulma yolunu göstərmək deməkdir. Onun adı milli əsarətdir və qədəri təyin etmə, ya milli müqəddərat təyin etmə, yəni o millətin o milli əsarətdən qurtarmaq deməkdir. Bu istimar-ı daxiliyə görə mən istimar bölümünə gələndə soru soruşacağam. Ehtimalən də yetişməyəcək canlı yayınlarda. Onları səsli göndərəcəksiniz. Umarım ki, çox da gözəl izah edəcək. Bugün mənə də bir video göndərmişsiniz, səs video faylı göndərmişsiniz. Ali mənfəətlərimiz. Çox gözəl idi. Sağ olun, təşəkkür edirəm. Bunu da ərz edin. Dünən Cənab Sehriqani'nin adını Cənab Səhdiz. Mən Cənab Sehriqani'yə həm videonu göndərdim, hər gün ki göndərirəm. Amma dünən bir təkidlə göndərdim ki, bu videoda Sayın Yunus bəy Şamili cənabları sizin adınızı çəkibdir. Sizə görə bir şeylər deyibdir. İstərsiniz 3 gün içində ki Yunus bəyin canlı yayınları davam edəcəkdir, gəlib cavab verə bilərsiniz. Hər zaman istəsələr gələ bilərlər. Onu da istədim xüsusilə etsin. Tamam. Təşəkkür edirəm. Milli mənafi ki, Türkcə milli çıxarlar. Bu
Bəli, milli çıxarlar. Bunu necə Bəli. tərif edirsiniz? Bunu necə tərif edirsiniz? İndi biraz çətin yerlərə yetişmişik, amma hər halda çalışacağıq ki, izah edək. Çünki milli çıxarlar çox mürəkkəb bir faktor, mürəkkəb işdir. Amma xülasə əgərsə milli çıxar və ya milli mənafedən izahat verə bilsək, onu belə deyə bilərik ki, bir ölkənin, bunu deyirəm, ölkə siyasi iqtidar olan ölkədən söz gedir. Dünən nə yadınızda olsa bir şey danışırdıq, nation. United Nation, o nation'dan danışırıq. Tamam. Bir ölkənin içəridə Dövləti olan millətdən danışırıq. Dövləti olan millətdən danışırıq. Bəli. Bir ölkənin iç və dış siyasətlərində ali səviyyədə mənfəətlərini fərqli alanlarda qorunmasına milli mənafeyi qorunmaq demək deyilir. Məsələn, deyək ki, bir sadə desəm əgərsə budursunuz, bax, bir ailənin bir yerdə birinci dərəcədə ən önəmli məsələsi nədir? Onun güvənliyidir, əmniyyətidir. Hiss eləsin ki, biri ona hücum gətirməyəcək, biri onu kəsib asmayacaq, rahatlıqda yaşayır, oturub bir yerdə qalacaq. Ondan sonra nəyə gəlir ailənin? Yemək, içmək, yəni yaşamı. Bir ölkədə milli mənafeyin əsas dayanıq nöqtələrindən məsələ, yəni iç və dış güvənliyidir. İç və dış güvənliyi. O nə deməkdir? Yəni içəridə, məsələn, ölkənin içində yaşayırsansa, polis vasitəsilə, əmniyyət gücləri vasitəsilə vətəndaşın əmniyyətini qorumaq və dış əmniyyət dediyində, ya xarici əmniyyət dediyində, xarici devlətlərin bu ölkəyə, məsələ, qəsdi, hücum filan qəsdi oldu, onu əskər, ordu filan o vasitə ilə qorumaq söz konusudur. Yəni, milli mənafeyi çərçivəsi gələndə ölkənin qorunması və vətəndaşın qorunması orada əsas sözlərdən biridir. Sonra onun işməsi dedik də ailədə də bucusudur, amma elə bu topluma gələndə də toplumsal bucusudur. Yəni, iqtisadi... Nədir? Onun, yəni ikinci... Mən danışayım ya. Buyurun. İkinci faktor ki, milli mənafə ya milli çıxarı təmin edib və ya ona diqqət yetirmək lazımdır, iqtisadi gəlişmədir. Çünki bilirsiniz ki, iqtisadi gəlişmə o insanın düzgün, yəni rifahını təmin etmədir. Ölkədə sərvətin qorunması və sərvətin güclənməsidir. Yəni vətəndaşın sağlam yaşaması, güclü iqtisadi cəhətdən yaşaması məsələsidir. Bugün məsələ teknolojinin rolu ekonominin rüşdündə nə qədər tosiyasında və gəlişməsində nə qədər rolu vardır. Ona görə bugün milli mənafəyə düşünən bir dövlət teknolojinin gəlişməsinə ciddicə bir altyapı və ona çalışmağı lazımdır. Ondan sonra kültürün gəlişməsi, mədəniyyətin qorunması, çevrənin qorunması, milli mənafeyi qorunması çərçivəsində izah olunan faktorlardılar. Yetər ya devam edək. Sizin bu tərifinizdə dövlətə çox təkid elədi. Əcəba əfrad milli mənafeyin uğrunda çalışa bilərlər, ya əsən milli mənafeyi qorumaq üçün bir görəv götürə bilərlər, ya fərdilər, bireylər milli mənafedən, məsələn mən, cənabuz, biz milli mənafey üçün nə edə bilərik? Ya bir iş görə bilərik, ya görə bilmərik. Baxın, indi biraz aydınlaşdıraq nədən danışırıq. Milli mənafey dedik, bir ölkənin mənafeyi söz konusudur. Biz hələ ölkə sahibi olmamışıq. Yəni, ölkə sahibi o zaman olursan ki, sən orada devlət qurursan oranın, yəni həm qorunmasına və həm gəlişməsinə işləyirsən. Biz indi bundan danışırıq. Əsas milli çıxarlardan danışanda... Cənabuz bir parti qurmuşsunuz. Mənim sualım budur. Cənabuzun bir partiniz var, ya çoxlu partilər var. Bunlar milli mənafə üçün, ya milli mənafeyi qorumaq üçün farsların qabağında, ya İranın qabağında bir milli mənafə tərif ediblər. Məsələn, bizim milli mənafeyimiz xətərdədir. Yoxumuzdur. Cənabuz, məsələn, əmniyyət, güvənlik, dil, kültür.
iqtisad. Bunu tərif edibdi, parti qurubdu. Ya məsələn, mən özüm məsələn birdən bunu tərif eləmişəm, bu proqramı tərif eləmişəm. Bu, əcəba bu milli mənafə hesab olmur. Dikkat edin, dikkat edin. Biz dedim, evvelde dedim ki milli menafiyet çerçevesinde klasik yani tanınmış bugün akademik tarifler ve yani bilimsel baktığımızda izah ettiğimizde bir ülkede yani bir ülkede yapılırsa onu o ülkenin devleti yapmalıdır. O ülkede yaşayan insanlar gelişmeye çalışırsa orada bir anayasa vardı. Bir kurallar vardı. O çerçevede özü elbette bir işler görebilir. Ama bizim milli hareketin milli marağın necə çalışır, siz onu danışırsınız. Yani biraz deyək ki, devlet kurmadan qabaqdan danışırıq. Yani devlet yoxduysa, biz o milli məsələ, milli marağa necə çalışa bilərik? Tamam, o bir sualdır. Ama milli mənafi klasik ve tarif olmuş akademik tarifte bizim sözümüz, bu sözler taze söz, bizlerin sözlerdiler. Akademinin sözleri değiller. Yani bilimsel, yani devlet Yəni, koruma sözü değil. akademik üçün bunu təcrübə eləyibdi, bu durumu ona yaratmayıbdı. Amma biz üçün təcrübə edirik, biz akademi yarada bilirik. Yəni, akademiyə taza konular yaradırıq, taza mövzular gətiririk. Akademi bununla danışmalıdır. Və o akademini də biz yaradırıq da. Onda deyirik, bizim tərifimiz, bizim düşüncəmiz milli olur. Yoxsa desək, Fransa'nınki də bizimki deyil, milli deyil. Yok, ona o cür deməyək. Yani bilimsel baxırsaq, ona belə deməliyik ki, bugün dünya üzrə hukuk var. Bakın, bilim bir şeydir. Mesela bir üniversitede bir alim bir şey araştırır falan bir sonuca varır. Bir de hukuk var. Bugün tanınmış hukuk çerçevesinde milli menafeyi izah ettiğim bu iki dedim. Yani bir ülkede o ülkenin, halkın, yani vatandaşın korunması, iktisadiyatının güçlü, servetin çoxalması, teknolojinin gelişmesi. Bunlar bir ülkede sen bir iktidar olsan bu işler görebilirsen. İktidar olmasan, siyasi bir opozisyonda olsan bu işler göremezsen. İndi biz gəlirik ne ya? İktidar olmadan milli harekette, milli meraktan danışırıq. Bu biraz fərqlidir. İstəyirəm fakat aydınladım ki biz neden danışırıq. Yani aydın olsun ki biz neden danışırıq. Biraz karıştırmasın. Bir neveceler arada katışan söhbətlər, fikirlər ki biz bunlar danışırıq. Bu diyecek o bu milli mənafəyə böyle bir şey karıştırabilir bu olsun. Ona göre istəyirəm biraz anlatım. Tamam. Biz indi gəlirik deyirik ki biz ne tür milli maraqlarımız üçün çalışırıq. Yani milli mənafeyimizi təmin edirik diye biraz çətinlik çəkmək olar bu kavramda. Ama çünkü bizim gücümüz elimizde yoktu. Milli mənafeyi güc yani təmin eder. Biz deyə bilərik ki, milli maraqları əldə etmək üçün elə biz o iş görmək istəyirik. Yani indi mesela bizimkiler partiya qurub, sistem yani biz siyaset qurub, hizb düzəldir. Ne için? Hizbin içi nədir? Hizbin əsas amacı iktidar, bir iktidar əldə etməkdir. Bizim de Azerbaycan'da partiyalarımız İran iktidarını ele geçirmək deyil ki, əsas məsələdə Azerbaycanın iktidarını əldə etməkdir. Azerbaycan'a iktidar əldə edəcəksən, Kürtlər öz bölgələrində özlərinə iktidar əldə edəcəklər, Bəluçlar, Ərəblər, Farslar filan, sonra deyəcəksən tamam bu ölkədə beraber yaşayırsa bir merkezi devlet, beraber bir merkezi devlet kurabiliriz ve ona yani onun hesabı kitabını aydınlaştırır. Merkezi devletinden yerel devletlerin görevleri, vazifeleri nedir diye tayin eder. Ona göre bizim yani Azerbaycan adlı olan partiye yani Azerbaycan'da iktidar kurmak istiyor. Ona göre biz elbette ki o iktidara yürümeyi istiyoruz ve yürümekteyiz zaten. Mənafe necə təmin olar? O maraq millinə tərif olar. Bunda təriflədim. Bax, dedim ki, bizim partiyaların görevi Türk xalqının bugünkü en ağır durumda olan, əsarətdə olan bir milletin, vəziyyətin analiz edib, ona siyaset kurur. Yani ne? Onu əsarətdən kurtarmaq ve onun egemenliğin, iktidarını bərpa etmek için çabada. Bu bizim milli mənafeyimizi təmin eden bir yoldu ya, bir bir fikirdir. Aslında bu özü milli mənfəətli ya yox. Bu iki bir parti kurulur, o parti kurulubdur. Bu özü deyir ki, mən Azərbaycanda bu isarətdən, milli isarətdən qurtarmaq üçün yol axtar. Bu özü milli mənfəət hesab olur ya yox. Əlbəttə ki, bu dəqiqən milli mənfəət və milli marağın cəhətində hərəkət desək daha uygun olar. Çünki yani biz başlangıç aşamadayız. Güc sahibi değiliz o mənada. Onu desək biraz söz yekə olar. Yani
biz o işi görmürük əməldə. Biz gedirik ki, o işi görək. Amma Yəni bu işi tərifin ortaya qoyuruq. Bu o tərif mühümdür. Dünənlər cənabınız buyurdunuz ki, millətdə anlayış, düşüncə səviyyəsi önəmlidir. İndi biz bir dənə düşüncə qoyuruq ki, bizim milli mənafeyimiz, yəni cənabınızın partisi, Güney Azərbaycanda ya İranda türklərə isarətdən azad milli dövlət ya indi hər nə formada bir dövlət güvənlik. Ya bu olur milli, yəni ən üstün milli mənfəəti tərif edirsiniz. Qalanlar bunun içində tərif edilir. Amma bilirəm də, amma təfəkkürdədir da, praksis az praksisdədir. Halbuki milli mənafe deyəndə praktikdən danışırıq. Bəli. Milli mənafe deyəndə deyirsən sən ekonomini gəlişdirmə, yəni büdcə yazmalısan ona. Pul var, onu bölmək istəyirsən, necə bölmək istəyirsən. Yəni amma burada biz indi hakimiyyətin içindədir. Yəni hakimiyyət ən böyük milli mənfəət hesab olunanda, hakimiyyətin özü milli mənfəət hesab olunanda ki, tərif edirik, qalanlar bunun içindədir. Yəni büdcədir, puldur, iqtisaddır, teknolojidir, əkinçilikdir filandır. Bunlar onun içində ya sosial işlərdir, bunlar onun içində hesab olur. Ona görə biz yəni bu cür deməliyik, yəni bir praksis var, əməl, bir də düşüncə var. Bizim düşüncələrimiz milli maraqlarımızı qorumaq üçündür. Gedirik ki, milli mənafeyimizi təmin edək, dövlət düzəltməklə. Əmələ geçirdik. Yəni, ora yetişməmiş. Yəni, dövlət quran anıdan orada Azərbaycanın milli mənafeyi qorunmağa, yəni o danışdığım faktorlara diqqət edin. Əməli olur. Orada əməli olur. Tamam. Ona görə mən biraz ayırıram. Ona görə daha düzgün olur ki, biz düzgün qavramlar, məsələn, milli mənafe əgər odursa, əməldə sən bir iş görməlisən, biz indi əməl eləyirik, abi, siyasət aparırıq da, amma plançı tökə bilmərik, bizə də dövlət təşkilatı. Məsələn, indi ki, bunu buyurdunuz, mən misallarım aydın olsun. Məsələn, indi deyirik ki, Azərbaycanlılar və türklər İranda əsirdirlər. Bu aydınlıq ki veririk millətə, ayıldaq, bu özü milli mənafedir. Oradan qopardırıq axı. Bunu İrancılıqdan, farsılıqdan qopardırıq. Yox, mən ayrı söz istədim deyim. İstədim deyim ki, mən iki fərqli ad deyirəm. Bir milli mənafe, bir də milli marağa çalışma. Milli mənafe, dövlət iqtidarı əlinə gəldi deyin andan milli mənafeyə çalışmalısan əməldə orada plan proqramla. Amma biz indi milli maraq çərçivəsində fərqli. Yəni, bu iki daha fərqli qavramın işlətməsi bizim fərqli şəraitdə olmamızdan qaynaqlanır. Bizdə iqtidar, güc, pul filan, imkanat orada yoxdur. Amma ora gəlincə biz deyək milli maraq, iqtidar əldə olandan sonra milli mənfəət. Bu şey ki, bugün tanınmış beynəlmiləl hüquqda da rəsmiyyəti tanınır, onu istifadə edək deyə. Bu iki dənə qavram işlətdim. Çox sağ olun. Milli çıxarlar ya milli mənafelər nələrdir? Yəni, bir neçə misal vursanız, əlbəttə güvənliyi dediniz, milli hakimiyyəti buyurdunuz, amma bunlardan genə də oradan başlasaz, hangiləri milli mənafedir? Yəni, əsli məsələ, yəni milli mənafedə birinci dərəcədə gələn məsələ milli güvənlikdir. O da, məsələn, yəni əmniyyəti təmin etməkdir, yəni xalqın əmniyyətin, iç əmniyyətin və diş əmniyyətin, yəni məmləkətin içində də birinə təərrüz olmasın və məmləkətin xaricindən də məmləkətdə təərrüz olmasın deyə. Əmniyyət övləviyyəti var, yoxsa hakimiyyət, dövlət? Hakimiyyət olmayınca necə əmniyyət qura bilərsən sən? Ay, əhsən. İstəyirdim onu bəllədik ki, hakimiyyət özü milli mənafedir. Əlbəttə, hakimiyyət ən yüksək dərəcədə milli, yəni yüksək dərəcədə qədər təyin edici faktordur dövlət qurma. Yəni milli müqəddərat təyin etmə, xalqın səsi ilə bir hakimiyyət qurmaqdır. O ən önəmli şey odur. Ondan sonra yəni odur ki, milli mənafeyi qoruyacaq, odur ki, güvənliyi qoruyacaq. O faktor, milli mənafeyi faktorlarından ən önəmlisi, yəni güvənlik və əmniyyəti təmin etmə, iç və diş da, iç və diş. Yəni, içəridə və xaricdən təərrüzü təmin etmə, yəni əmniyyət təmin etmədən sonra iqtisadiyyat məsələsidir. Yəni, məmləkətdə sirvətin artmasına çalışma.
iqtisadiyyatı gücləndirmə və onun qalxma və gəlişməsinə düşünmə. O, bugün baxın, gəlişən ölkələrdə və gəlişən ölkələrlə, yəni geriyə qalmış ölkələrdə yaşayan vətəndaşın rifah səviyyəsinə siz baxın da, siz əgərsə, yəni nə qədər bir gəlişmə iqtisadiyyatınız olursa, mövcud servəti ölkədə nə qədər gücləndirirsən, yəni yüksəkdə, yəni çoxaldırsan, o qədər sənin vətəndaşın rifahda yaşayacaq. O qədər, nə qədər rifahda yaşaya bilirsə, o qədər özündən daha çox qoruya biləcəkdir. İndi məsələ deyək ki, Somaliyanı misal var. Onun iqtisadi gücü nə qədərdir? İqtisadi gücü zəifdir, özünü nə qədər qoruya bilər. İndi bir ən balaca bir Somaliya bir ordu girsə, oranı bir həftənin içində bəlkə alacaqdır. Çünki orada müdafiə etməyə güc yoxdur, ordu yoxdur, pul yoxdur, filan imkanat yoxdur. Yəni iqtisadiyyatın dəqiqən məsələyi güvənliyi ilə yəni, əsasən bir ölkədə faktorlar tamamən iç-içə girmə bir durumdadırlar. Məsələn, orada başqa məsələ var, çevrə məsələsi var. Yəni, bunlar təzə faktorlardılar, amma bugün milli mənafeyi qorumaqda çevrə məsələsinə diqqət yetirmə həyati məsələlərdən biridir. Məsələn, deyək, sənin məmləkətində əgər çevrə məsələsinə diqqət yetirmədi, indi baxın İranın vəziyyətinə də. Məmləkətin tamam çayları, suları, gölləri, hamısı qurumaqdadır da, axır nümunəsi də yəni Urmu gölüdür. Ondan sonra elə cünubda da hər yerdə qurumaq, nədir oradakı? Hətta toprağın oturmasında, yəni toprak altı suların boşaltması, bu toprağın oturması, onun təmin olması 500 il çəkir. Yəni o elə bir fazə bir şeydir. Çölləşmə, qurlaşma. Bu əgərsə belə bir durum olursa, məsələ deyək ki, orada yəni iqtisadiyyat, məsələn, tarım, əkin, biçim necə ola biləcək o məmləkət? Yəni bugün o məmləkətin iqtisadiyyatını gücləndirmə, ələlxüsus bir daha da bir başqa faktor var. Bu məsələ milli mənafedə müstəqil olmaqdır. Bax, müstəqillik yəni ki, bir ölkə öz iç gücləri vasitəsilə millətinin ya ölkənin həyatının davamını gəlişdirə bilir o səviyyədə. Əlbəttə, indi bilirsiniz, dünyada ölkələr bir-birinə bir türlü çox səviyyələrdən bağlıdırlar, amma məmləkətin ən üstün səviyyədə siyasətli olmalı ki, eləyə bilsin, müstəqil formda özünü idarə etsin. Yəni, bir dənə dövlətin, modern dövlətin stratejisində bağlılığı, nə qədər imkanı var xarici dövlətlərə bağlılığı, siyasətdə, iqtisadda, orduda filan da bağlı, nə qədər az olsa, o qədər müstəqilliyi güclüdür da deməkdir, deyil. Ona görə, yəni burada hər zat bağlıdır. Məsələn, deyək, teknoloji, bugün modern teknolojilər, məsələn, bu yapay zəka, bu modern teknoloji ekonominin gəlişməsində, teknolojinin gəlişməsində sağlam, məsələn, o ərsələrdən ki, milli mənafeyi qorumasında çox ciddi məsələdir, sağlamlıq sahəsidir, səhət sahəsidir. Siz fikir edin ki, məsələn, uşağın doğulma anından dövlət məsuliyyətinə alsın, onun uşağının sağlamlığını, diqqət mərkəzinə alsın, yəni doğum deyil, üzr istəyirəm, hamiləlik, xanımların hamiləlik devrindən başlansın, ta uşağın 18 yaşında onun qorumasında çalışsın, məsələn, onun sağlamlığına, səhətinə şərait rahatlaşdırsın. Təbii ki, o uşaq ki, böyüyəcək, o vəziyyətlə böyüyəcək, daha çox toplumun gəlişməsində, qalxınmasında çox ciddi rol oynayacaqdır. Ona görə bunlar hamısı sağlamlıq sahəsi, teknoloji, iqtisadiyyat, toplumun servəti, toplumda kültür, mədəniyyət, bunların qorunması və bunların inkişafı, kültür inkişafı, bunlar hamısı bir şeylərdirlər ki, bir toplumun irəliləməsində çox ciddi rol, həyati rol oynayan faktorlardır. Ona görə sizə milli mənafə deyəndə bir sorun deyil, bəlkə çox fərqli və mürəkkəb və iç-içə girmiş sorunlara cavab vermə, onların irəliləməsinin şəraitin uygulama söz konusudur. İndi toprak bütünlüğü ya toprak özü o da milli çıxarlardan, milli mənafedən hesab olur? Toprak bütövlüyü, toprak ne demek? Yani toprak bütövlüyü ilkesi var. Vətən, toprak. Yani mesela Türklerin toprakları, Farsların ya Kürtlerin toprakları karşısında milli mənafə hesab olur? Onun adı, yani eğer siz düz anlamış olsam sualınızı, o toprak değil de o toprak bütövlüyü ilkesidir. Devletlerin
torpaq bütövlüyü ilkəsidir. Yəni uluslararası hüquqda yerləşir və hər bir dövlət olduğunda onun müəyyən sınırları, sərhədləri var da. O sərhədlərin qorunması tamam dövlətlərin görəvi olur. Yəni dövlətlər bir anlaşma yapmışlar İkinci Dünya Savaşından sonra ki, yəni bütün İkinci Dünya Savaşından qabaq böyük ölkələr balaca ölkələri, öz mənfəətləri, o iddia, yəni o o köhnə istimar, xarici istimar. Bu ölkə gedirdi buradan, başqa ölkəni müstəmir edirdi, onların qaynaqlarını gətirib satırdı, öz ölkəsinin zənginləşməsində, sərvətlənməsində istifadə edirdi, o ölkədə yazıq olurdu, qalırdı orada. Onun İkinci Dünya Savaşından sonra devletler, yəni həm xarici istimarın son qoyulsun, həm də devletler gedib o birisi devletləri öz devletləri kimi bilməsin. Mesela Fransa Əlcəzairi özünün bir iyaləti kimi tanırdı mesela. Onun qarşısı alsın diye bu toprak bütöv devletlerin toprak bütövlüğü ilkəsi qəbul oldu. Tamam, devletler onu imza attılar onun altına ki devletler başka devletlerin toprak bütövlüğüne barmaq atmaya ya təərrüz etməyəcəklər deyə. Bu yəni həm hər bir dövlət açısından onu imzalamaqda, yəni mənim toprağıma bir kəs təərrüz, yəni bir başqa dövlət təərrüz etməyəcəkdir mənası. Ona görə o imzanı atmışlar. O imzanı atmaqla hər kəs... Can Şahid, mən Torontoda yaşayıram. Toronto deyəndə tıqqılı şəhər deyil. Məsələn, çox böyük bir şəhərdir, amma əslində tıqqılı şəhər imiş, böyüyübdür. O birisi şəhərləri alıb içinə hamısını Toronto deyirlər. Amma bu məsələn indi 8 şəhərdən ibarətdir. 8 şəhərdən. Galibdir ki, bununla belə ki, hamısı Toronto adlanır. Amma bu şəhərdən o şəhər keçən mərzi var. Yəni xiyabanın ortasında o cədvəl deyirlər İranda. Beton töküblər. Betonun o yüzü North York'dur, bu yüzü mesela East York'dur. Aşağısı Toronto'dur, üstü mesela Richmond Hill'dir. Yani bütünse her şey mərzi var. Yani bununla belə ki federaldır, bununla belə ki bir iyalətdir. Mesela Toronto'dan çıxırsınız, bir 50 kilometre gedin. Her ne kadar gedirsiniz. Her şehrin özünün, her məntəqənin özünün bizim Türkçədə bir mahal sözü var idi. İndi bilmirəm İranda buna farsça nə deyirlər? Mahal sözü. Mesela Qəradağ, orada neçə şəhər var, neçə yüz kət var. İndi mesela onun, burada da eyni odur. Mahal yerinə deyirlər ki, indi əgər tapsam, county diye bir ad düzəldiblər. Mesela bunun mərziləri bəllidir. Nəqşəsini də çəkiblər, vurublar. Bu mərzin budur. Məsələn deyirəm, mənim bir dostum vardı, elə həman county'nin düz mesela 2 metr fasilə ilə evi var. Aşqalıcı gələndə onun aşqalı götürdür. 2 metr fasilə var. Deyir ki, sən o birisi kampanyinsən, sən o birisi... O dəqiqən ondan ötürdü ki, o sınırlar hər yerdə bəlli olmağı lazımdır. O idari məsuliyyət məsələsidir orada. Onun bərgi var, su var, yəni başqa, yəni sistem, o şəhri sazı deyək də, o sistemdə ilzamatı var. Yəni su nəcür axır gedir və başqa şeylər. Onları kim yetişəcək onlara? O bölümlər yetişir ki, mesela bu bələdiyyə oraya yetişəcək. O sınıra gəldiysə, o sınırdan oyna, o birisi bələdiyyənin işidir. Yoxsa ara qarşılardı məsələ bitərdi. Dövlətlərin də yapısı elə bu cüzü bir şeydir. Yəni, hər kəs bilir ki, görəvi hardadır, nə etməlidir. Amma torpaq, yəni bu torpaq bütövlüyü sözünə gələndə dünyada bir gəlişmə olubdur. Yəni, bir gəlişmə bu mənada ki, savaşların sayı azalıbdır. Yəni, təərrüzlərin sayı azalıbdır. Dünyada uluslararası hüquq saygın mövqeyə gəlibdir. Deyən də buralar hamısı nisbi şeylərdir deyirəm. Yəni mütləq bir şey yoxdur. Deyəcək, filan kəs niyə filan kəsə saygı göstərmədi. İndi məsələ Rusiya gedib Ukrayna təərrüzdə məsələn niyə filan? Hani bu işlərdə var, amma genəldə çox önəmlidir ki, bu cür kurallar var və bu kuralların əsasında yəni dünyanın gedişatı, dolanışı bir türlü bir özünə bir nəzmi tapmışdır. Bəli. İndi acaba sizin partinin bir milli çıxarlardan vazgeçmə şeyi vardır, pozisyonu var mıdır? Yəni ola bilər milli çıxarlardan vazgeçsin. Bir siyasi partiya, əziz Hidayət bəy, əsasən quruluşu milli mənafiyə yürümək, milli marağa çalışmaq
və sonra milli, yəni hakimiyyət qurulandan sonra milli mənafe qorumaq qəsdidir. Partiya, yəni hizb budur. Yəni siyasi olmaq, yəni iqtidara yürümək, iqtidarı ələ keçirmək. Ona görə bundan milli mənafeydən vazgeçmək bir parti siyasiyə, yəni parti siyasətinin kökündən olmamaq mənasına gəlir. Onu yəni kimsəndən soğuşmamaq lazım. Bu sualı məsələn bir kimsə... danasından, yox, mənzurum da ki hamısından. Amma məsələn bir danasından vazgeçərsiniz lazım gəlsə. Yox. Baxın, bu sual da düzgün çıxmaz. Yəni, baxın, biz bir daha qabaq sizə izah etdim. Dedim, milli mənafeyi izah etmədə bir ideolojik baxış pəncərəsi də vardır. Yəni, bir iqtidar, məsələn, indi deyək ki, məsələn, Türkiyədə məsələn, dinilər iqtidardadırlar. Bax, dinçi hakimiyyətlərin oyanda bu yöndə rəvabitləri çox yaxşıdır. Niyə dinçidir? Məsələn, kommunistlər olanda, kommunist iqtidarlar kommunistlərlə bir-birindən, məsələn, Şərqi Avropa ilə Sovyet Birliyi filan, yəni onlar bir-birindən uğraşırdılar, çox qardaşdılar filan filan da elə şeylər. Məsələn, liberal dövlətlər bir-birindən, hətta bu üçün diktatör dövlətlər belə bir-birindən daha yaxındadır, bir-birini qorumaqdan ötürü. Ona görə buralardakı danışırıq hamısından nisbi məsələ var. Hətta bu milli məsələ ki, danışırıq, burada biraz yəni içəriyə çox cüziyyətə getmək istəmirəm. Bu biraz çox, yəni İlkin, orada bir təbəqati təhlil məsələsi də vardır. Burada bir daha bir üçdən cümlə deyim, ondan sonra ki, sual devam edər. Baxın, bugün ölkələrdə, yəni kapitalist ölkələrdə bir heyəti hakimə var, bir təbəqəyə hakimə var. Doğru. Təbəqəyə hakimə bu məmləkətlərdə sahibi sərmayədir. Məsələn, mümkündür, məmləkətin, məsələn, %10'i məmləkətin %40 sərmayəsində sahib, %90 sərmayəsində sahibdir. Məsələn, 10% cəmiyyət, 90% sərmayə sahib. Onlar təbəqəyə hakimi deyirlər onlara. Yəni, onlar elə bir ölkənin sahibi kimidirlər. Amma bugün iqtidarlar, məsələn, devlətlər, məsələn, Obama, bir daha bürokratdır, normal bürokrat. Əlbəttə, Amerikan devlətlərində, məsələn, daliyə getdikcə, bu əvvəl devlətlərində burjuvalar özləri rəisi dövlət olurdular. Yəni, kapitalistlər özləri rəisi dövlət olurdular. Amma demokrasi gəlişdikcə, bu demokrasinin gəlişdikcə və qanun və hüquq yerini aldıqca, onlar yavaş-yavaş özləri hakimiyyətdən çəkilir, bürokratlar işi başlayır. Yəni, siyasi partiyalar gedir və məsələn, indi Clinton nəzərdə alıb, məsələn, Obama nəzərdə alıb filan, bunlar hamısı şeylərdirlər, yəni bürokratlardirlər. Elə bir dənə şirkət var, şirkətin bir şey sahibi var, bir şeydə idarə eləyəni var. Yəni, o bütün heyəti hakimlər, yəni daha çox idarə eləyən kimi, yəni bu məsələndə milli mənafeyi nəzərində tutduğumuzda o biraz mürəkkəb bir faktora gəlir çatırıq burada. Kimin milli mənafeyini filan. Ona görə hər halda bugün praksisdə, normlarda bugün durum liberal demokrat dövlətin yapısı və azad sərmayənin azad dolanışığı qəbul olubdur və bu çərçivədən artıq yürümək o mənaya əsası da mümkün deyildir. Amma düzgün reformlar dövlət çərçivəsində, məsələn, sosial-demokratik reformlar, o təbəqə-i hakimənin sərmayənin deyək ki, sərmayədən gələn mənfəəti biraz adilanə şəkildə toplumda bölünməsinə sosial-demokratik, yəni sosial ideolojilər ki, deyirlər, bu toplumda bu insanlar yaşayır, bu toplumun gəlirləri bütün əks olunmalıdır bu toplumda. Yəni, yalnız bu liberalı formada kapitalistlər gündə belə və o birisilər gündə fəqir yox. Onu ideolojilər sağlayır. Sağ ideolojilər, nasionalistlər, liberallar, yəni sağ liberallar daha çox sərmayənin filan bir yerə yığışması və kasıblar özləri bilərlər nə edirlər. Hər kəs azaddır ki, nədir filan məsələn ki, amma azaddır, amma imkanat yoxdur deyə iş görəsən. Yəni, azadla imkanın olmağı yerdə gözdə fərq var. Ona görə biz burada normativ sözləri danışdıq. Eyni halda orada dedim, bundan ötürü ki, ideoloji seçmədə bir toplumda gəlişməni sağlamağa bu həyati rol oynayır, həyati. Ona görə fikirləməzdim ki, məsələn, biri mən seçirəm, mən nasionalist olacağım, seçirəm, mən sosialist olacağım, seçirəm, mən liberal olacağım, heç mənasızdır. Çox böyük məna daşıyan və toplumun sağlamlığında, rifahında,
və rifahın gəlişməsində, topluma yayılmasında ideolojilərin çox-çox ciddi rolu vardır. Misal vura bilərəm, məsələn, liberal ölkələrin ki, oralarda rifah az. Mən dünən sizə bir misal da vurdum. Dedim, məsələn, mənim öz qızım, məsələn, İngilistanda uşağı vardı. Uşaq olanda 3 ay fürsət verir İngilistanda sənə ki, uşağı saxlayırsan, 3 aydan sonra bağçaya qoymalısan. Amma Sueddə 1 il sonra 18 aydan fürsət verir ki, ana uşağının yanında qalsın, 1 il, 6 ayda ata qalsın yanında falan, 18 ay yerdən gözdən mütəfavit bir şeydir. O uşaq ki, 18 ay uşağın anasının, atasının yanında qalıb, sonra bağçanı başlamağının, o uşaq üçün 3 ayda oğlandan sonra bağçaya veriləcəkdir, ondan onun fərqi yoxmu? Yəni ona görə deyirəm, ideolojilərin dövlət yapısında o milli mənfəəti geniş vasitədə adilanə sağlamasında çox üstün rolu vardı, onu bilmemiz gərəkirdi, onu izah etdim. Sağ olun. Mənim sorum da buradaydı ki, çıxarlardan vazgeçər sizin partiniz? Heç bir siyasi partiya təyin etdiyi, tərif etdiyi milli mənafedən imkansızdır. Yəni çıxsa, geri otursa öz mənfəətini əldən verər. Amma bir daha burada bir şey var. Çox üzr istəyirəm. Yəni ki, 2 dənə parti ya 2 qrup siyasi gördükləri, üzr istəyirəm, siyasi dedim, milli çıxarlar, milli mənafeyi tərif elədikləri fərqli ola bilərmi? Əlbəttə fərqli olar. Əlbəttə fərqli olar. O yəni yürütmənin, yəni icraî gücün, dövlətin də, dövlət deyəndə bax qüvvə-i qəzaiyə, bəd sonra yəni yargı, qüvvə-i qəzaiyə yargı, sonra yürütmə, dövlət, yəni iqtidar, sonra da yasal məclis. Orada o ki yürütmə əlinə düşür, yəni rəy səs gətirir və iqtidarı təşkil edir. O iqtidarın ideolojisi milli mənafeyi tədilimdə çox qabarcıq formada fərqli o birisi partilərini düşünə bilər. Hətta o birisi partilərin tərəfindən ziddi mənafe milli çalışır. İndi bu günə, məsələ deyək ki, Cumhur-i İslamı məsələ deyək, genəldə İranda Fars dövlətinin, məsələn, Fars millətinin nümayəndəsi deyək. Məsələn, Fars bir, yəni ideolojik, yəni üzr istəyirəm, etnik cəhətdən Fars millətinə aid bir dövlətdir da. Əcəba Fars millətinin mənafeyini təmin edir o. Dünyada savaş filan, iqtisadiyyatın köçməsi, azadlığın köçməsi, insana saygısızlıq, hələ biz ötür. Qeyri-Farsları ötür hələ ki, orada onun nəfazədir. Amma onların özünə də bir saygı yoxdur. Yəni, indi Farslar da bu millətlə canqan savaşmadılar. Niçin? Çünki o milli mənafeyi çalışmır. Yəni o deyil, hətta demokratik ölkələrdə gəlsə, çox misal da vura bilərəm. Demokratik ölkələrdə də partiyadan partiyaya milli mənafe, əlbəttə bunu deyil, baxın, diqqət edin. Milli mənafeyin deyə bilərəm, məsələn, %60-dan 80-a qədər ümumiyyətdə bir-birinin yanında dururlar, bir-birinə yaxın olarlar. Yəni %60-dan 80-a qədər bir-birinin yaxında olarlar. Amma bəzi yerlərdə fərqli siyasi düşüncəsi, yəni siyasi yox, ideolojik düşüncəsi üçün fərqli yorumlar olar ki, məsələn, bu hizb o hizbi milli mənafeyi ayaqlamaqda ittiham edəcək. Çox bəhslərdə, elə bu Urfanın özündə də, bəlkə sizin öz ölkəzdə də mənafe, məsələn, sizin ölkədə bir bəhs oldu, Nüxus vəzirisinin adı Justin Trudeau. Justin Trudeau ilə onun müxalifi, gənc müxalifi var da, orada fişar buydu ki, İranın da İslam sipah paslarını alsın, listəsinə, terör listəsinə alsın. Amma onlar çalışdılar filan, amma o iş olmadı. Diqqət edin, o çox böyük bir məsələdir ki, 2 dənə böyük, məsələn, məmləkətin yürütən siyasətçiləri sipah paslarını aldılar listəyə. Genəldə yox, bir bölümlərin adları, yəni sipah paslarının genəldə alınmayıbdır. İttifaqın o bəhs məsələsidir. Yəni genəldə alınsaydı çox böyük bir şeydir. Amma niyə? O Nüxus vəzir olsaydı, yəni başbakan olsaydı, həmən o müxalifi, gənc müxalifi ki, orada qısınırdı daima məclisdə o yanda ki, sən niyə onu terör listəsinə qoymuşsan? O onu terör listəsinə alacaqdı. Çox mühümdür də onda Kanada ilə İranın münasibatında bunda nə olacaq? Çox böyük bir dənə hadisə olacaqdı orada. Ki, bu bir düşmə mövqeyində duracaqdı orada. Ki, mesela Justin Trudeau
bu işi görmədi. Yəni, çox böyük bir fərqdir. Məsələn, başqa sahələrdə də bunu izah etmək mümkündür. Təşəkkür edirəm. Mən ittifaqan sonuncu sualım bu olacaq. Cavab verdiniz hər halda. Partilərin milli mənafeydən fərqli, heç olmasa %20 ilə 40 arasında fərqli tərifləri olduğu üçün bəzi yerlərdə vazgeçə bilərlər milli mənafeydən. Amma biz yox, diqqət edin. Ya, baxın, bu cümlə düz dəyildir. Bəzilərdə, bəzi yerlərdə vazgeçə bilərsən, əsla düz söz dəyildir. Yəni, bu cümlələr bir siyasi partiyə demək olmaz. Sən milli mənafeylə vazgeçsən, biraz gülünc olar. Hər partiya öz ideolojik və analizi çərçivəsində milli mənafeyi izah edər. O milli mənafeydən heç partiya geçməz, vazgeçməz. Amma o partiya ilə bu partiya, iki partiyanın bu milli mənafeyin tərifində bir-birindən fərqli ola bilərlər. Dedik da, sağçı, solçu, nasyonalist, sosialist, liberal bu baxış pəncərələri milli mənafeyin izahatında ciddi bir rolu var. Ona görə heç kəsə demək olmaz ki, sən milli mənafeydən keçə bilərsən. Heç partiya onu qəbul etməz, amma fərqli düşüncələrin olmasını qəbul etməz. Bu ittifaqın bir daha bir faktor var, bunu deyim sizə. O da budur ki, bu mövzu ilə anlayışlı davranmalıyıq. Bu bizə bu dərsi verir, bu bəhsimiz bizə bu dərsi verir Azərbaycan içində partiyalara ki, bu dərsi verir ki, bir-birindən anlayışlı olacaq. Əgərsə bir nəfərin analizi o birisindən biraz fərqlidir, əlbəttə, bunu deyim ki, dedim sizə, %60 ta 80'a qədər yaxın olarlar. Bir, yəni məsələ güvənlikdir, siyasətdir, xarici, amma bəzi yerlərdə fərqli düşünürlər. O bəzi yerdə fərqliyi anlayışla qarşılamaq lazımdır və ondan ötürü mesela onu düşmən cərgəsinə qoysa, bu onu düşmən cərgəsinə qoysa, yəni iç savaş olacaq Azərbaycanda və düşmən gəlib rahat çəksə qələbə çalacaq. Ona görə düzgün anlayış olursa, Azərbaycan güclərinsə fərqli bu mövzuda bəzi təfavütlər də olsa, bir-birinin yanında durmalar gərəkir. Çox gözəl, təşəkkürlər. Nələr milli mənafi deyil indi? O nəyə bağlıdır? Yəni bunun təşxisi də nəyə bağlıdır? Nəyə milli mənafeyə bağlıdır? Onlar ki, milli mənafeyə ki, tərif eləmişik, onu çərçivə yerləşməyənlər milli mənafeyə deyirlər. Yəni, sual cavabının içində. Necə təşxis verir o? Çoxlu sorunlar vardı. Şimdi üçün mən indi huzur zeyni yoxdur bu sualı, fəqət bilirəm ki, yəni aydın da hər zat öz yerində. Ki, mesela nələr milli mənafə deyirlər, qeyri zəruri şeylərdir. O şey ki, bizim mesela deyək ki, biz bir milli mücadilə, milli mübarizədik, milli əsarəti quturub, öz qədərimizi təyin etmək üçün çalışırıq. Hər şey ki, bu mücadilə və bu mücadiləyə dəstək, yardımcı, filan kömək, gücləndirmə filan eləyir. O bizim milli maraqlarımızın çərçivəsindadır. Hər bir hərəkət, iş filan ki, bu hərəkəti yürütməni məsələ yaraldır, çatlaq yaraldır, ixtilaf düzəldir, qarşısını alır, içimizdə savaş almağa çalışır, içimizdə birbirimizin qarşı durmağımıza daha filan edir, milli mənafeyimizi təmin edən. Yəni, o qədəri təyin etmə yolunda mane törədənlər, onlar milli mənafeyi təmin etmirlər. Amma bunu da deməliyəm ki, biraz da mürəkkəb mövzuya gəldik. Kinara bir siyasi dərs alaq buradan da, nə olar, zərərli yoxdur, qulaq asınlar, bəlkə bir şeylər. Burada bir siyasi dərs vardı. O da budur. Biz indiki gedirik, indi bu saat siyasi güclər ki, Azərbaycanda çox yerdə bir-birlə yaxın deyirlər da, yaxın deyirlər. Mən məsələn, bəlkə bugün bəhsi gəldi, açacağım bir mövzuları, bəzi tənqidi mövzuları bəlkə yanaşdım ki, biraz aydınca, yəni biraz dəqiq mövzuya baxmalıyıq. Yəni, baxın, Azərbaycanın, yəni demişəm bunu qabaqca, Azərbaycanda yəni bu siyasi hərəkət ki var, bir təcrübəsiz hərəkətdir. Çox təcrübəsiz, özdə çox. Niyə təcrübəsizdir? Çünki geçən 100 ildə siyasi ənənəsi yoxdur. Siyasi partiyası yoxdur, siyasi fəaliyyəti yoxdur, siyasi dərgisi yoxdur, siyasi eyləmi yoxdur. Yoxdur, yəni bu son 30 ildə zaten bu meydana gəlib, o da hələ örgütləşməyib da. Yəni, yenə dağınıq formundadır. Yaxşı, onun adı siyasi təcrübəlidir. Məsələn, siyasi təcrübəsi olmayan necə? Mən onlara danışacağım sonra. Özüm siyasi təcrübəsizliklərin elementləri nədir deyə. Onlara danışacağıq. O çox mühümdür. Məsələn, birisi daha çox hissiyata qapsamaq. Bunlar mənim sorularımda var. Duygusal olma məsələn. Ha, o varsa ki, bunlar biraz danışarıq da sonra. Tamam, o devam edək. Məqsud budur ki, bütün təcrübəsizlik, hər bir insan ki, aktivdir burada, bu mövzuya diqqət yetirməlidir. Təcrübəsizdən iki yönü var. Bir, mən təcrübəsizəm. Bir də mənim yanımda duran ayı aktivist, o birisi aktivist. İkimiz də təcrübəsizdir. Bu ikimizin aramızda mücadilədə axsaqlıqların nə qədəsi məndə və nə qədəsi səndə.
mübahisələr. Əgər bunu diqqətiniz alır, onda biraz qıssa gəlir və yəni arkadaşlıq bir-birinə dəyməz. Bu da bizim Doğrudur, gün doğrudur. buradan dərsimiz olsun. Çox gözəl, təşəkkürlər. Sizin təşkilat milli mənafeyi hangi siyasətləri ilə və necə təmin etməni düşünür? Getdirsə sualla belə bizlərəcək sualı başa düşmürəm yəni. Sizin təşkilat milli mənafeyi heç tərif eləyibdir, onu hangi siyasətlərlə icra eləsin, yerinə gətirsin? Ha, çox genel bir sualdır, çox genel bir sualdır. Yəni biraz xırdalasaydı sualı, yəni hansı sahədə deyirsiniz? Biz bu siyaset sahədir. Bizim bir, baxın, Yox, hər bir siyasi təşkil. Sizin bir tərif verdiniz milli mənafedən sizin parti. Demirik ki, mənim tərifim nədir, o birisinin. Sizin partinin bir milli mənafedən bir tərifi var. Məsələn, onların başında da deyək ki, milli hakimiyyət qurmaq. Bu sizin ən gördüyümdə türklərin milli hakimiyyətinə siz önəm verirsiniz. Yəni sizin əsli milli mənafeyi bu cür tərif edirsiniz. Buna yetişmək üçün hangi siyasətləri indi işə tutmusunuz? Yaxşı, indi onu danışarım, amma bir daha bir islahiyə gətirim söhbətə. Azərbaycanda türklərin iktidarı qurmaq söz konusu deyil. Bizim hizbin Azərbaycanda Azərbaycanlıların iktidarını, yəni tamam. Azərbaycanda yaşayan vətəndaş, türk, qeyri-türk demişsiniz ona görə. Olsun. Sizin cümləsinizdə belə gəldi ki, mənim ağzımdan ki, güya türklər istəyirlər iqtidar qursunlar. Yox, Azərbaycan istəyir iqtidar qursun. Amma bu iktidarın motoru Türk Milli Hərəkatı. Tamam. Bu çox mühümdür. Yaxşı, ondan sonra getək bura. Baxın, bizim bu yəni mənafe milli təmin üçün hansı siyasətləri qurmalıyıq? Mən dünən izah etdim, bir dənə əsas bir siyasət var. Yəni iki daha faktor var. Bir, əcəba bir siyasəti gəlişdirmə və meydana çıxarma və onu əməli etmədə nə lazımdır siyasətdən? Güc, siyasi güc. Siyasi güc nədir? Xalqların, insanların o hizbə tərəf yaxınlaşması və o hizblə birləşməsi. Əlbəttə, bir toplumda 5 dənə hizb var. Məsələn, deyək ki, bir neçə yəni faiz mənim hizbim, bir neçə faiz onun hizbi. Sonra deyəcək ki, burada bu işimizi məqsədə çatmaq üçün Azərbaycan Demokrat Partisinin işi deyildir. Yəni, Azərbaycan Demokrat Partisinin %30 səsi var deyə. Gələcək başqa B partiyə. B partiyə baxacaq ki, bunun 15% var, birinin 10 var, birinin 35 var bəlkə. Sözdür da danışılır. Əlbəttə, zəmin etmirəm bir partinin Azərbaycan Demokrat Partisinin çox rəy gəlsin, amma hər halda belə düşünək. Amma gələcək deyəcək ki, bu parti, mən o birisi partilərlə bir-birinin yanında dururam ki, güc əldə edim. Bizim əsli işimiz bugün bizim yəni həqiqətən əsarət tariximizin, geçən 100 il əsarət tariximizin asimilasyon, geriyə qalma, yəni maarifsizləşmə siyasi sahədə və bu təcrübəsizlik ki, adın çəkimdir biraz bundan qabaq, bu bizə deyir ki, milli maarifləşmə təkcə qaynaqdır bizim siyasətin güclənməsinə. Xalq gərək gəlsin. Ona görə milli maarifləşmə birinci aşamada bizim əsli işimiz olmalı lazımdır. Necə bu xalqı siyasi hərəkətlərə və siyasi təşkilatlara yönətə bilərik və toplumda necə bu zehniyyəti yaya bilərik. Lazım deyil gəlsin təşkilatın üzvü olsunlar. Əsla. Çünki təşkilat üzvü olanlar o aktiv, toplumun aktiv kəsimlərdirlər. Amma bu zehniyyət, milli zehniyyət tamam kəsimə yayılmalıdır. Azərbaycanda və Tehranda, İran arasında vardı ki, milli maarifləşmə bizim güc əldə etmə imkanımızdır, başqa imkan yoxdur. Onu necə əldə edə bilərik, başqa danışa bilərik. Yaxşı, dedik ki, milli maarifləşmə gedib bir sürə, biraz gedib və getməkdə bu dayanmır, daima tərəf. Biz indi bir aşamada bir hadisə gəldik qabağa. Biz indi Azərbaycan Demokrat Partisi, biri başqa, o birisi B partisi, C parti filan, 5 dənə partiya var. Biz baxırıq ki, bir dənə iş görməyə, müəyyən bir iş görməyə, məsələn, bir daha güclü iş lazım, güclü bir siyasi oluşum lazımdır. Biz gəlir ən yaxın parti bizə durana, məsələn, əvvəldə gəlir federalist partilara. Deyirik ki, bir araya gəlməmiz lazımdır ki,
bir güc kimi filan hərəkətdə iştirak etməmiz və güc göstərməmiz, varlığımızı göstərməmiz, Azərbaycanın gücünü, siyasi gücünü, varlığını, tələbini, istəyini ortaya qoymaq. Bərabər belə geçsə olur. Məsələ, diqqət edəsəniz, biz məsələn neçə ay bundan qabaq bir seminar keçdi Almanda. Biraz da səs saldı. Bizim bəzi fəallarımız içində müxaliflərimiz də vardı. Bütün normal müxaliflər çox gözəl, amma düşmən kimi də yanaşanlar əsla gözəl deyildi. Biz də məcbur olduq bəzi reaksiyalar verək. Hər halda, məsələn, onların birləşəcəksin. Görürük, yox, ulusal problem var. Rejim aşaması yıxılıbdır. Rejim köçmədədir. Orada tamam siyasi güclər, istiqlal, federal, burada yolcu deyil. Burada Azərbaycanın ali mənafi, yəni güvənliyə almam söz konusudur. Hamımız bir araya gəlməliyik və o güvənliyi təmin etməliyik, organize etməliyik ki, Azərbaycanı İran rejimi köçəndə bizim siyasi güclərimizin kontrolunun altına geçsin. Ümid edirəm ki, o günü biz görə biləyik. Görməsək də bizdən sonra nəsil, yəni rejim köçəndə o görülsün. Çünki mənim yaşım biraz çoxdur, biraz şəkim var. Əlbəttə, maşallah, maşallah. Gözəl, yəni çox cavan, yaraşıqlı görürsünüz. Çok sağ olun, sağ olun. Çok lütfen. Her olsun ki o işin, o siyasettir. Yani siyaset ben size diyeyim Hidayet Bey, çok mürekkep bir şeydi yani. Çok mürekkep, çok aşağı yukarı, çok dinamik bir tane işti. Mesela indi biz, biraz izah edin, zararı yoktu. Biz mesela bir daha seminer geçtik. Bu seminarda merkez demokratlardan davet ettik. Merkez demokratlardan Cenab Ayşe Riyetüdarını, Cenab Ay Müridini, sonra Hanım Şirin İbadını, sonra İran Sol Partisi'nden de bir nefer davet etmiştik. Elbette Təbrizlidir ama Sol Partisinin üzüdür. Ondan sonra kalan danışanların hamısı milli insanlardır. Yani Azerbaycan'ın aktivistləridir. Ama həcmə və hücum ki bizə gəldi, məsələn, ifratlarımızın tərəfindən inanılmazdır. Onlar için intikad edildiler ki, niye dili Türkçe değil falan, normal, tamam, yani niye değil Türkçe, bizim de izahımız olar, niye değil, niye falan değil, tamam, seminerlarımız hamısı Türk dilinde olmayacak ki, bir gün İngiliz dilinde olar, bir gün Alman dilinde olar, bir gün İsveç dilinde olar, bir gün Türk dilinde olar, bir gün Fars dilinde olar. Tabii ki biz bunların hamısı Türk dilini korumaktan ötürü görürük. Tabii ki yani benim yaxamdan yapışırsa, siz Türk dilini korumuşsunuz, Türk dilinin aleyhine çalışsa bu gülünç bir şey olar. Bu gülünç bir şeydir. İki daha siyasi Azerbaycan Partiyası bir seminer düzeldi. İttihamı siz Türk diline ev altına koymak istiyorsunuz. Böyle bir şey olur mu? Böyle bir gülüncü bir sorun, gülüncü bir intikad olur mu? Bizim tamamen izinli yanlığımız koydu. Çünkü Türk dilinin üstün mevkiini ve onun hukuk sahibi olmasını koruyor. Şimdi bir ittiham olur ki falan. Bir seminer koydu. Halbuki bir daha bir harekatın məqsədə çatmasına 10 binler, 20 binler, belki 100 bin seminer, oturum, nişast, nedir bu şey olacak, konferans olacak ve 100 bin. İndi Filistin harekatının geçen yüzyılda ne kadar seminer oldu. Onun sayısı belli olmaz. İrland'ın mesela mücadelesinin seminarına kadar bizimkiler yani bu hemen o tecrübesizlik söz konusu. Bir daha seminer geldi. Kulağın biri bu ifratılağın biri de oturmuştu televizyonda. Deyirdi ki bizi bunlar satırdılar Azerbaycan'a, biz koymadık bu tenkidimizde. Biz yedirmişik satağa, o televizyonda bir şey deyip biz satmamışık. Görüyorsunuz? Yani gülünç şeyler. Elbette insan yüngül hərəkətlə özün daha çox xərablar, daha çox ifşa edir başqasına. Məqsudun için biraz ağır davranmalıyıq da. Yani biz mesela bir qüvvə ki 30-40 yıl burada sabiqəsi var, bu işin içinde tarihi var falan var. Buna o cür ittihamlar, yani yüngül ittihamlar falan ne demek? Yani bu her halde bir iş gördük. Yani biz getdik, bak işte o şey siyasetin biraz o inceliklerini istedim. Biz merkez demokratlardan getdik. Niçin? Əvvəla biz Ayşə Riyetüdarı tanıyırıq, yaxından əlaqəmiz var və Ayı Müridini yaxından əlaqəmiz var. Bilirik ki, Azərbaycan sevərdilər, bilirik ki, federalistdirlər və bilirik ki, onların məvaziyi bu sahədə bir yaxındır bizə və əgər Azərbaycan hərəkatı güclənirsə, mən bunu sizə deyim, burada bir daha şey faktor zeynimə gəldi. Bizim hərəkatımız güclənirsə, hətta bir zerre Azerbaycan'a hissi olan insanlar atacaklar yanına. Merkezde. O Firgen'in bir tane şeyi var. Firgen'in bir tane üzvü vardı. Hanım diye adımdan çıktı adı. Merhum oldular bir neçə il bundan qabaq. Mən bir Tuğdeyi hanım kitabı da vardı. Firgen'in əfsəriydi da. O Firgen'in əfsəri, onun bir kitabı vardı. O kitabında çok güzel bir daha bir şeyler gördüm. O zamanki Firgen hakimiyyəti o 2 dəfə Tehrana getmişdi Təbrizdən. Deyirdi ki, o
Tehranda yaşayardılar ha. 70 Tehrana görsən görsün də ailəsini falan görsün. Deyir orada mən gedəndə Tehrana Felqa hakim olan zaman, hani Azərbaycan Milli Hökumət, deyir Tehranda bizdən fərqinə davranırdılar. Ehtiram, saygı, hüzmülə bücür. Yəni acayip bir durumudur. Ona görə Azərbaycan gücləndikcə Tehranda pozisyon qazanacaq. Çox böyük pozisyon. Həm onlar ki, bugün nə başlarına burada səslər çıxmasın, onları mütləq meydana gələcəklər. Yəni, belə bir imkan vardır. Mənzur budur ki, biz bu cür gücləndikcə bu şəxsiyyətlərin hamısı indi o xanım ki, taza ödül aldı, o xanım Bəli. Zəncanlı xanım. Dünən dedim, xanım Məhəmmədi. Xanım Məhəmmədi, bəli. Xanım Məhəmmədi. Özü indi bir faktordur ki, bizim ondan yaxın əlaqəmiz olmalı lazım. Nərgiz xanım Məhəmmədi. Nərgiz xanım, bəli. Nərgiz xanımla yaxın əlaqəmiz olmalıdır. Norvejin şeyində, Norvejdə ki, ona şey tutdular, törən mərasimi filanı, o böyük təzahürat filan vardı. Yalnız bir afişə fürsət verdilər ki, orada çıxsın. Və o da bizim Türk Qadın Mərkəzinin afişiydi. Böyük bir afiş ki, Nərgiz xanımın əksi ilə küçələrə su səpmişik, sən gələndə toz olmasın unvanı ilə. Amnestinin tamamı nəşriyyatında filanında fəqət bir əksi var, afiş o da odur. İndi biz ona bugün reaksiya verək, biz düzdür orada hələ dəqiq bilmirik məvazi fikrisini, amma bizim güclənməmiz imkansızdır onu bizdən uzaq. Bizim güclənməmizlə onlar bizə yaxınlaşır. Yəni güc özü bir çəkici bir şeydir. Biz indi zəifik, bizə özən az göstərirlər. Biz üçün özən az göstərirlər, biz də bir daha da təpik vıraq ataq geçsin uzağa. Bu düz işdə, bu düz siyasətdə ehtiyatlı olmalıyıq, diqqətli olmalıyıq və biz indi bu vasitə ilə, məsələn bu seminarın vasitəsilə, ay şəhidinləri vəsiləsilə mərkəz, məsələn demokrat, liberallara səs yetirsin, ay şəhidinləri olan adamlar da orada bu harda şirkət edibdir. Ay müridinin dövrəsində olana bura harda şirkət edib Azərbaycan adına və ya Şirin İbadı çox istəyinlə üstünü iştirak eləsin. Siz mənə çağırmışsınız. Çağırsınız, mən gələm iştirak edirəm. Çünki bizim bir əlaqəmiz var. Bir daha bir yerdə bir seminarda 3 gün bərabər olmuşuq və tanışlıq filan olubdu. Yəni, son zamanda da bir dənə kitab çap eləmişdi. Yəni, göndərmişdi bizim təşkilata göndərib ki, bunu yayın. O kitab türkçədir, yəni hüquq türkçə. Və cümləyi ki, deyib budur ki, bunu yayın fikir eləməsin də İranda fərq bir dənə dil vardır. Yəni, türk dilində kitab yayın hüquqda. Bu bir işdir da, yəni. Hamı ki, sənin mənim tayım olmayacaqdır. Hər kəs bir balaca addım götürürsə, ondan onu dəstəkləməliyik. Hər kəs hətta deyək bir hissi varsa, müsbət hissi varsa. Hətta lazımdır, mənim kimi gələ... Təşəkkür edirəm. Bunu biraz uzatdıq. Məncə yetərli oldu Kamilə Nadir. Bunu da deməliyəm ki, mən şəxsən özüm müsbət görürdüm və ifadə elədim. Hətta Oğuz bəy İstiqlal Partisinin həftəlik bərnaməsində Cüney Azərbaycanın baxışda mən şəxsən bundan difa elədim və himayət elədim. Məncə böyük iş idi. Sağ olun. Çox da gözəl iş gördünüz. Bizim səsimiz düşməni deyək, siz cənabınız bundan müxalifsiniz, amma mən deyim, düşməni içərdən bölmək daha önəmlidir. Düşməni bölmək, bizdən onların düşmənliyini azaltmaq, onları içlərdən zəif salmaq özü bir stratejidir, çox da böyük strateji. Savaşdan mühümdür. Mən sizə bir şey tövsiyə elədim, geçən dəfə dedim, bu düşmən kəlməsini istifadə eləməyək, az istifadə eləyək. Baxın, məncə, düşmən sözü deyəndə düşmən zəifləməz. Amma dost çağıranda, yani bizim dostumuz arttıkça düşmən zəifdir. Mən də düşünürəm ki, insanlarımıza desək ki, düşmənin var, hazır olar. Bilər ki, mən bir xətərin qabağındayam, hazırləşər. Amma deməsək, firqə kimin olar? Düşmən gələndə çıxır gedir. Düşmən də bizim biraz qarşıldı. Yəni insan, mən də bunu deyirəm. Düşmən dediğince o bilməsə düşmən demənədir ayrılmaz, amma desən ki, bax, bu haqsızlıq sənin üçün olubdur, insan kimi. Bu haqsızlıqlar olur, o onu başa düşə bilər, amma düşmən çox böyük bir sözdür. Tamam, onları danışacağıq. Onların hamısı danışacaq. Milli çıxarlar.
sizin söhbətdən sonra deyirsiniz ki, Tamam, nə deyirəm ki, milli çıxarlar gözəlliyi buradadır. Canlı yayının burası gözəldir. Mən burasını çox sevirəm. Milli çıxarlar yolunda savaşa girər misiniz? milli çıxarlar. Sizin parti milli mənafe tərif edibdir. Əgər lazım olsa, məsələn deyək ki, sabah bir ittifaq düşür, lazım gəldi, siz bu milli mənafedən xüsusən hakimiyyət qurmaqdan, türklərə İranda hakimiyyət qurub, haqları yerinə gətirməkdə lazım olur, savaşa girərsiniz. Savaşa girər misiniz? Əziz Hidayət bəy, siyasətin dayanacaq nöqtəsi gücdür da. Və gücün əsas faktoru, yəni silah. Məsələn, indi bir daha dövlət deyək ki... Mən cavabımı aldım. Yaptı. İndi bir dövlət deyək ki, əlbəttə də gətiririz bu sözlərdə məcbur olsun, bura prensip sözlərdir, olmaz yəni şeylər. Baxın, gəlsiniz bir dövlətə deyirsiniz, dövlətin gücü vardır, yaxud bu gücü nədir? Dövlətə deyirsən, nə gücün var deyəcək, ordum var. Birinci cümlədə. Ordum var. İndi, gəlin biraz Azərbaycan məsələsini orada toxunaq, çox mühüm məsələdir, yəni bu mövzu dediniz. Baxın, deyək, bugün Azərbaycan, yəni İran rejimi köçür, bugün köçür. Yaxşı. İranda qeyri-fars millətlər, o cümlədən Türk xalqı, Azərbaycan deyək, Azərbaycanın özünə bir yerel iqtidar qurmaqdan ötürü Azərbaycanın siyasi cəhətdən kontrol altına alsınlar. Yəni, indi dedik ki, yəni Kürdlər necə öz bölgələri, Ərəblər öz bölgələri, Bəluçlar, yəni Farslar öz bölgələrində biz öz bölgəmizi kontrol altına keçirdik. Dedik ki, biz Azərbaycanın əmniyyətini dedik, nə dedik? Milli mənafeyi qorumaqda əmniyyət əsas sözdür. Yəni, əmniyyəti qorumaqda mükəlləfdir biz. Mən çox üzr bu eynəyi vurmalıyam. Mənim migren tuturam biraz çox işıq olanda. Mən bunu vuran bir azaldım. Çox üzr. Xoştip olursunuz da, daha xoştip olursunuz yəni. Buyurun. Xülasə, ərz olsun ki, dedik ki, milli mənafedə güvənliyi təmin etmək birinci faktordur da. Yaxşı, indi gəldik dedik ki, Azərbaycan rejim köçüb, İran rejimi əmniyyəti gücləri qaçırlar, sıçan yuvasını gəzirlər ki, ölməsinlər filan da təhlükə təhdid edir onları. İndi taza Niru meydana gəlir ki, qorusun da, hər kəs öz məhəlləsini qorusun yavaş-yavaş da izah etdim o gün. Yavaş-yavaş bu qorumalar bir-birinə vəsb olur ki, bir qoruma düzəlir. Amma əcəba bu qorunma əl-yalın ola bilirmi məsələn? Məsələn, deyək ki, bir məhəlləni gözürsən, amma bir oğru gəlib ki, məsələn, bura, o neynədirsən, bir əldə bir silahım ola ki, o bilər ki, o gələnmə yaxına gəzə filan. Yəni, Azərbaycanın qorunması iki yöndən diqqətli. Bunlar biraz təcəssümü şeylərlə deyirəm, yəni mühümdürlər deyirəm. Kamilən qabili dərk və qabili təcəssümdür. Əsli məsələ budur ki, dedik ki, milli mənafedə bir, iç əmniyyətdə güvənməlidir, yəni polis məsələn də, onlar gəlir, düşədə sənin başında cavanlar dururlar, qoruyurlar filan. İç əmniyyəti, bir də diş əmniyyət, xarici, yəni xaricdən Azərbaycanın təriz olmasın. Onda nəcür olmaq lazımdır? Onda ki, köçdür, Azərbaycana başqa qüvvələr, əmniyyəti qüvvələr, ordu, birinin əskər-məskəri girməsin, başqa yeri. Neyini məsələn, sınırı bağlamalısan da, deyəcəksən ki, məsələn, mən əlbəttə danışıqlarını demişəm, Zəncana girən yerdə, bəzi dostlarımız deyib Qəzvinə girən yerdə. Yaxşı, tamam, ona da qalıb Qəzvinlərə da, Qəzvində sənin gücün ola, siyasi gücün. Deyəcəksən, tamam, bura Azərbaycana, bura türklərə aid. Baxın, lazım da Azərbaycana aid olsun. Türklərin bitişik bölgələrinə, mühüm budur. Türklərin bitişik, Azərbaycandan çıxdıq Tehrana qədər, Türklərin bitişik bölgədə yaşadığı şəhər və kəndlər bizim vətənimiz sayılır. Ora qorunma altına alınmalıdır. Deyək ki, Qəzvində sənin gücün olsun. Olmaz ki, Qəzvində desinə biz Tehranın üstündə olmaq istəyirik. Sən gedəsən orada savaş çıxar orada. Amma sən Qəzvində düzgün siyasi gücün olursa, ondan olur Qəzvinə girən yerdən bağlanır Kərəcə tərəf. Buradan bu yana silahlı qüvvə girməyəcək bura. Cavab Kamil, bir dəfə Qəzvinli tanıyıram mən sosial mediada tanıyıram. Yəni əslən görməmişdim ömrümdə. Bundan mən bir iddia aldım. Onu genişləşməyə çalışıram. İndi məsələn, onlar bir ildir onun üstündə işləyirəm. O dedi ki,
Qəzvində biz özümüzə Azərbaycanlı Azəri demərik. Biz Türk deyərik. Güzel. Qəzvində calibdir. Bir mənim damadım da Qəzvinlidir. Bir damadım Qəzvinlidir. Hı. Yox, calibdir. Bunlar özlərinə Türk deyərlər. Azəri deyir ki, Azəri Təbrizlilərdir. Onlar Həqiqət. Azərilər. İndi yetişiniz orada mənim sözümə ki, dəqiqən oturdu. Yəni topraklar içi Türklərin yaşadığı topraklar böyük bölgəsi Azərbaycandır. Amma Azərbaycandan çıxsan Tehrana tərəf, Azərbaycan adı Azərbaycan deyil. Amma Türk topraklarıdır. Türklərin yaşadığı topraklardır. Onlar da Azərbaycan dövlətinin altında olmalıdır. Yəni bax Türk bölgəsi, yəni Türklərin yaşadığı bitişik bölgə Azərbaycan adına qurulan dövlətin iktidarı altına keçməlidir. Bu həqiqətdə belə olmalıdır. Əraçı tanırsınız ya yox bilmirəm. Mən tüm Tehranda yaşamışam, Əraçıları oradan tanıram. Türkləri bizim türkümüzdən salim türküdür. Yəni Təbrizdə danışdığımız türküdən salim türk, özlərini türk bilirlər, Əraçılar. Yəni hamısı mənim çox dostum var. İndi söz bu idi. İndi bax söz bu idi. Baxın, indi qeydim bir cümlə deyim ki, qeydim bura devam edin. Dedik ki, o milli maarifləşmədə hangi dil, hangi siyasət, hangi ideoloji, hangi ədəbiyyatdan danışa bilsək, onları cəlb edib bu hərəkədə qata bilərik. Radikalizmdən nə qədər uzaqlaşırsaq indi bu aşamada, o qədər səhvimizə çox adam gəlir. Nə dünyanın hər yerində radikal ədəbiyyat işlətdikcə orada qısıtlanır və cəmaati qaçırdır, dizçidir, qorxudur. Radikalizm özü bir bəhsidir. Sizinlə bunu uzun danışacaq ya da ki özünüz bunu danışıb göndərəcəksiniz. Tamam, onu danışacaq. 20 dənə sualı var. Əgər ictimai eləmirsən radikalizm bölünün 20 dənə sualı var. Tamam, o danışacaq. İndi gəldik dedik bu mövzuda. Pəs o bir 3-4 tane cümlə deyim, qutarım. Buyurun. Azərbaycan rejim köçəndə bizim, yəni Azərbaycan Demokrat Partisi və başqa partilərin bərabər gücləri Azərbaycanın əmniyyətini təmin etməyə hazırlı olmaqları lazımdır. O əmniyyət necə təmin olar? Əlyalın təmin olar? Yox. Silahlı gücünə, yəni fədai dəstələrinin qurulması icab edəcəkdir. Buna hazır olmamız lazım. Həm sınırları qorusun, həm də şəhər içində polis əmniyyət rolunu oynasın. Doğrudur. İndi keçirik istiqlal bölümünə. Mən bilirəm cənabınız istiqlalçı deyil. Bir də bir saata baxaq. Saata baxın lütfen. Saata baxmayın. Ötürün saati. 1 saat 19 dəqiqədir danışırıq. Qalanı o şeydən qabaq idi, proqramdan qabaq idi. Proqram başlayandan neçə dəfə yəni sildik, bağladıq da, onlar hesab olmur. Ərz edeyim, cənabınız federalçısınız, amma istiqlal suallarını soruşacağım. Çünki o birislərdən də federalı soruşuram. İstiqlalı necə düşünürsünüz? Ya necə tərif edirsiniz? Yəni istiqlalı necə tərif edirik? Vallahi istiqlal. Yəni bir ölkənin bağımsızlığını təmin etməklə müəyyən bir siyasi coğrafiyada müəyyən bir hakimiyyəti əldə etməklə yəni ələ gələn və müəyyən sınırlar içində bir aktiv iktidarın qurulmasının, bağımsız bir formada qurulmasının və öz iç qüvvələrinə dayanaraq bir bağımsız hakimiyyətin qurması bir müstəqil dövlətin, yəni müstəqilliyi mənasını verir, demək olur. Tamam. Tərifiz nədir? İstiqlaldan tərifiz nədir? İstiqlaldan yəni istiqlal bir ölkənin istiqlalından danışsınız da yəni deməksiniz. İstiqlal yəni nə belə? İstiqlal siyasətdə danışırıq. İstiqlal hər yerdə var. Təbii ki, ərabatdan danışmırıq da. Təbii biz istiqlaldan danışırıq. Məmləkətdən. Yəni istiqlal ümumiyyətlə bir bölgədə ya bir ölkənin bağımsız formda idarə olması, siyasi idarə olma sistemini, iç və dış siyasətini özlərinin təyin etməsi və iqtisadiyyatda özlərinin, yəni iqtisadiyyatını təmin etməsi müstəqil formda istiqlaliyyəti izah edir. Yəni bugünkü dünyada
bir ölkənin özünü idarə etmə və bugünkü dünyada tanınmış uluslararası hüquqa uyğun bir dövlətin quruluşuna demək olar. Tamam. Bir Bunu federal bir millət bağımsız formada özünü idarə etmə mənasına gələr müstəqil olmaq. Başqa dövlətlərdən bağımsız. Çox gözəl. Hangi sahələrdə istiqlalı görürsünüz? Düşünürsünüz ki, bu sahədə istiqlal olar, bu sahədə nisbi olar, bu sahədə mütləq olar, bu sahədə olmaz istiqlal. O düzgün, yəni sualı yatsın, mən başa düşmürəm, amma əsas məsələ budur. Yəni, əvvəla bir müstəqil dövlət quruluşunda bir siyasi müstəqil gücün, bağımsız gücün bir iktidarı əldə etməsi. Əlbəttə orada məsələ fəqət bir kəsim siyasi partiyalardan söhbət getmir. Bir xalqın səsi, yəni müstəqil iktidarı yəni bir siyasi partiya qurmaz. Bəlkə bir xalqın rəyi ilə, yəni səsi ilə, öz qədərin təyin etməsi ilə təyin edər. Yəni ki, hər şeydə bir məclisə rəy verə, o məclis bir dövlət seçər və o vasitə ilə bağımsız formada başqa dövlətlərdən müəyyən siyasi coğrafiyanı fərqli alanlarda idarə edə də adın çəkdir orada hansı sahələrdə idarə etsin. Yəni iç və dış siyasətini bağımsız olaraq təyin etsin. İç və dış siyasətini o dövlət bağımsız formada təyin etsin ki, içərdən siyasət istirə aparsın və xarici işləri nə etmək istirə olsun. Tamam. Mütləq istiqlala inanırsınız? Mütləq istiqlal adında sosial şeylərdə adında bir şey yoxdur yəni. Onu demək olmaz mütləq. Yəni bir türlü bu dünya bir-birinə bağlı və bir türlü ehtiyaclar iç-içə girmiş bir durumdadır. Ona görə mütləq sözünü insan yaşamındakı bir nisbi yaşamdır. İşlətmək düzgün çıxmaz. Sizin parti federalistdir. Amma federalist partinin Azərbaycan deyək ki, bilmirəm, indi nə cür bir istiqlal düşünürsünüz Azərbaycana? Siz federalistsiniz, Azərbaycan istiqlalını nə cür düşünürsünüz? Ərz olsun ki... Yəni, əcib gəlir sual, yoxsa... Çox əcibliği vardı. Yəni, siyasi realizminə... Misal vurun, bir dənə misal vurun. Kanadada 12 dənə ustan var. Yəni 12 dənə dövlət var. 13 dənə dövlət var. Bir federal dövlət, 12 dənə də iyalət deyirlər Amerikada. Biz burada provinsial, yəni ustan deyirik. Tərcümə elgədə Farsiyə ustan deyirlər. Bir yol var. Dövlət var. Məsələn, bunların mərzləri bəllidir. Ekonomiləri bunun içində bəlli. Hər şey bunun içindədir. Yəni, dövlət bunun içindədir, məclis bunun içindədir, heç də. Yəni, biz federal dövlət, tamam, seçər, qutuldu, getdi. Ondan sonra bizim işimiz yoxdur federal dövlətlə. Federal dövlətlə bizlə işi yoxdur. Bu dövlətlərdə bir-birləri ilə qanun çərçivəsində alver elərlər. Məsələn, mən özüm maşın sürürdüm, getdim, Albertadakı bir ayrı dövlətdir. Orada açdım. Açdım, getdim, düşdüm dəriyə, mərizlədim. Yəni, gəldir aparla bir Yumaristana. Mən də Kanada dövlətinin vətəndaşıyam, kartım, behdaşdım var filan bəhman dedi, yox, mən ayrı dövlətəm. O Alberta bir ayrı dövlətdir, Ontario bir ayrı dövlətdir. Mən səndən hər ambulans gəlmişdi, aparmışdı. Mənə gərək $30, Ontarioda $30 gələr. Nəhayətdə gəlsə. Orada mənə $1800. Dedi ki, sən mənim şeyim deyilsən, vətəndaşım deyilsən. Sən oranın vətəndaşısan. Burada gəlirsən, buranın imkanının istifadə eləmək haqqın yoxdur. Sən Kanada bir ayrı bir şey. O federaldır. Amma mən burada özüm bir müstəqil dövlətəm. Mən buradan vətəndaşımın pulunu sənə xərcləyənmərəm. Bəli. Düzdür. Baxın, biz dedik ki, müstəqillik haqqında əgərsə bir misal vuraq. Deyək ki, əgər bağımsız, yəni istiqlal budur ki, azadca... Bir danasında deyim ki, bu sizi, mənim düşüncəmlə şeylər, o sualı sizə. Quebec qanun əsası üzrə Quebec deyə bilir ki, mən istəyirəm müstəqilli olam. Quebec özü də demir, bir dana parti orada deyir ki, biz istiyoruz Quebeci müstəqilli eləyək. Adı da elə Quebecois'dir, yəni Quebeclilər.
Yox, mən Fransaca bilmirəm nədir. Məsələn, bu deyir ki, mənim mərzim müşəxəs, hər şeyim müşəxəs, dövlətim də var, filanım da var. İstəyirəm, özü cəlib şərtləri var istiqlal üçün. İstiqlal üçün deyir, mən müstəqil oluram. Kanadanın pasportunu alacağam, Kanada mənə maliyyət verməlidir. Məsələn, filan bəhman, özü müstəqil olacağam. Yəni, əcib gəldisi də onun üçün mən soruşdum. Çünki mən Kanadanın sistemi ilə yaşıram. Mən indi iki daha məsələni sizə tozih vermək istəyirəm. Buyurun. Bu sahədə. Biraz çox mühüm məsələdir. Buyurun, buyurun. Baxın, Azərbaycan Cumhuriyyəti Sovyet Birliyindən ayrılanda, baxın, Bəli. Sovyet Birliyindən ayrılanda mən getdim, araşdırdım. Şimdi nə zaman istiqlaliyyət mövzusu meydana gəlib? Sovyet Birliyindən ayrılanda, 91, 90 filan, 89. Biliyorum. Ettim bunu yaxından orada iştirak edən adamlar ki, orada meydanda yəni, hərəkət edib varlıqda filan benim elçibənin yaxınında adammışlar. Bu cür. Özümüzünkilər yox, Bakınkilər. Çünki özümüzünkilərə etimadım yoxdur. Yəni ki, biraz orada indi özlərinə bir pozisyon verirlər. Mən rəis idim, mən muavin idim, mən kim idim filan. Onda da onlar uşaq kimi, yəni 22-23 yaşlar varmış. Mən bilmirəm, elçibəy niyə bir 20 yaşında o adamı muavin seçib, muavin. Yəni demək, bir cumhurbaşkanı 20 yaşında oğlanı ki, özdə bir xaric, başqa ölkədən gəlib ki, ölkədən heç də bilmir, onu muavin seçər mi? Yəni, şaşırıram bəzən, bəzi işte xəbərləri eşidirəm. Hər halda, mən də bunu araşdırdım. Baxın, 2 aydan az istiqlal, yəni tamamı mücadilət gedir, bu prostorika filan memar. Hamısı demokratizasiyondur Azərbaycanda. Hamısı şuar budur, demokrasi daha gəlişsin, daha həxrəmiz, daha ixtiyaratımız çoxalsın, daha demokratizasyon artsın. Bunun haqqındadır mücadilə. Tələblər hamısı daha çox demokratizasyondur. Bu prostorika da zaten bundan ötürüdür. 2 aydan, baxın, 2 aydan az istiqlala qalmadan istiqlal şuarı meydana gəlir. 2 ay. İndi deyirəm o radikalizma. İndi bizim İranın qurtuluş, yəni bu rejimin köçməsinə filanla, yəni onu ötürü köçməsinə, bizim xalqın maarifləşməsi hansı gücünə nə əldə edəcək? Bölüşümüzü qoymamız, başlamamızı danışmamız lazım. Sən gücün ki, partiyanın nə qədər gücü var? Oradan hesabımı get, daha nə qədər edə bilirsən gücün var? İndi biz bu aşamada olar 70 il dövlətçilik edib Azərbaycan Sovyet Birliyində. Yəni 1918-də dövlət qurub və dövlət kimi qalıb filan. Yəni 70-80-də orada dövlətçilik sistemi qalıb. Dövlət də hər zat bəllidir, fəqət deyəcək istiqlal. Anayasada qəbul edir onu. Orada, yəni Sovyet Birliyi anayasasında da 15 cumhuri qarşı 15 cumhur ayrılacaq. Bir ay yarım qalan o şuar verir. 70 il təcrübəyə dövlət federalı var. Bizim təcrübəyə dövlət federal varımızdır. Bizim sınırlarımız bəllidir. Bizim bayrağımız bəllidir. Bizim rəsmi dilimiz bəllidir. Biz bilirik əslində özümüz öz aramızda sınırlarımız vardır. Bizim bir dostlarımız deyirlər Tehran kərəz də Azərbaycandır. Yazılı Azərbaycan. Qardaş, yaxşı, biz özümüz sınırlarımızı bilmirik. O bizə deyəcək ki, sınır haradır. Biz özümüz aramızda ixtilaf çıxacaq sınır haqqında. Deyək, qanuniyyət tapışıq. Türklər rəsmi bir millətdirlər İran içində. Azərbaycanın dövləti iyalətçisi var, məclisi var Azərbaycan. Yox. Yəni, istiqlal şuar vermənə deməkdir, qardaşım. Niyə? İndi bir daha, yəni Azərbaycan təcrübəsi. Ondan sonra ikinci mövzu. Bizə milli maarifləşmə söz konusu güc qazanaq. Güc qazandan sonra istiqlal şuarı da ver. Ver. Amma gücün olsun, ver. Gücün olmayan yerdə versən, adamı gülərlər. Bu istiqlal 3 nəfər yox, 5 nəfər yox. Bu düzgün deyil. Məncə ciddi olmaq lazımdır. İndi bir daha da diqqət et, sərv elə. İndi bir daha da ayrı sözüm var. Federalizm. Federalizm, siz görün nə deyirsiniz federalizmdən? Elə bir dövlət kimindir. Biz nə dedik bu, məsələn, milli istiqlal dövlətin məsələsinin haqqında? Dedik ki, qədəri təyin etmədə, yəni milliyyətin müqəddəratını təyin etmədə bir millət özü azadcasına siyasi, iqtisadi, sosial konularını özü, müstəqilcə özü idarə etməsinə söz verir. Bu federal sistemdə indi orada, sizin orada. Yəni federal sistemdə
nə gəlir orada? Deyir ki, pul siyasəti, xarici siyasət və ordu. Ondan sonra Ərzalı federal dövlət təyin edir. Ərzalı federal dövlət təyin edir. Yaxşı, milli müqəddərat çox ciddi yazılar var bu sahədə. Ha? Milli müqəddəratın təyin etmə fəqət istiqlalla mümkündürmü? Ya yox, federal sistem və ya konfederal sistemdə bunu çox geniş vasitədə təmin edir. Niyə deyirəm geniş vasitədə? Çünki istiqlalın yəni bir də iki şeydir, yəni federalizm. Niyə deyirəm geniş vasitədə? Niyə bu geniş vasitə götürək, ya yox, istiqlalı götürək? Nəyə götürək onu? Nə deyir bizə? Kim onu deyir götürək? Biz öz idələrimiz, armanlarımız, arzularımız əsasında istiqlal istəyirik, ya yox. Baxacaq ki, ordumuzun nə qədər damı var? Baxacaq bura nə qədər eləyə bilər? Sən üstün gedəsən, bina düzəldəsən. Binanın materialı yoxdur səndə, kərpicin yox, şeyin yox. Görürsən, orada bir 3-4 daş atılıb, orada 3-4 dənə təxtə var. Orada amma istəyən bir bina düzəldəsən. Heç dənə material yoxdur. Deyəsən, o bina düzəldəsi. Binanın materialına xar da. Siyasi güc istiraq ona. Zəminə istir, hüquq, qanun, uluslararası hüquq, İran içi hüquq. 100 dənə məsələ həll olar, ondan sonra gedək onu həll edəyəm. O cəhətdən deyirəm ciddi bir şey dəyəri. Yəni, nə ki mən, məsələn, istiqlalla zana ziddiyyətim var. Mənim bəhsim bu federal istiqlal məsələsində əlverişlilik şərtini diqqət mərkəzinə almalıyıq. Yoxsa utuzarıq. Yəni, çox ciddi qaybedərik. Onu deyəcəm, bəhsə istiqlal gəldiyində, şimdi bilmiyorum, bəhsin vəqti, deyəcəm ki, necə qaybedə bilərik? Bax, yəni, ona görə mən deyirəm ki, milli müqəddəratı təyin, o şeydən ki, danışırıq, bu həman istiqlaliyyət mövzusunda, o çox geniş vasitədə federalizmdə təmin olur. Amma bu deyil ki, təyin edir ki, geniş vasitə təmin olur, ona görə bunu alaq. Yox, orada tamam təmin olur, o deyil. Onlar bu faktorlar təyinləmir biz hansı yolu seçək. Hangi imkanımız vardır? Hüquq, iç hüquq, diş hüquq, əfkar umumu bizim içimizdə, əfkar umumu olan içində, əfkar umumu dünyada qəbul edəcəklər bizi dövlətlər. Yəni, dövlət istiqlal verdin ki, dövlətdə sən rəsmi tanıyır, elə deyil. Yəni, sən bir dedin ki, müstəqil, tamam, rejim çöktü. Sən də bir elamiyyə verdin 5 sətil, 10 sətil, istiqlal. Yoxsa, hamısı dövlət sən rəsmiyyət tanıyacaq, sən dövlət olasan. Sən bir siyasi güc kimi bu gündən o düşünməməlisən. Deyir ki, bax, ad çəkməyəcəm, puanı mənfi verməyəsən. Deyəcəm, deyir ki. Deyir ki, biləlir va, yəni deyirsən haqqimizdən geçər. Qardaş, bu siyasətdir, haqqından sənə kim deyir geçəsən? Bu siyasətdir, nə qədər gücün var, nə qədər imkanın var, onu ala bilərsən. Ondan çoxunu ala bilməsən. Bu söz əsli sözdür. Yəni, bu sözü mən hətta bugün dostlarla, siyasi liderlərin biri ilə də danışırdım. Dedim, dəqiqən dedim, bu söz, elə biz istiqlalçılar da onu deyirlər. Yəni, əslində bu sözdə hamı deyirlər. Yox, elə onlar da deyirlər. Deyirlər ki, istiqlalçılar. Baxın, indi diqqət edin. Mən istiqlalçı dostlarımıza və istiqlal məfkurəsinə, bir də istiqlalçılara da ötür yox. Azərbaycanın siyasi gücünün birləşməsi üçün mən teori vermişəm. Teori. Ki, necə biz bir-birimizi yana çiyin-çiyinə dayanıb savaşmalıyıq. Əgərsə istiqlalçı dursa mənim qarşımda, ki, yox, sən İrancısan, sən vətən satarsan, sən beləliysən filan. Yəni, bu var da, bu var. Gətir bir yayacam, səsləri yayacam. Bir daha səsləri yayacam ki, necə bizi xain, nə deyirlər, belə şeylər. Onu yayacam, görəcəksiniz bir nəvə gülüncüdür. Ondan sonra mən deyirəm ki, yaxşı, biz strateji seçmədə buna baxmalıyıq. Yəni, siyasət bunu deyirəm, mən demirəm, bunu siyasət bunu deyir. Siyasət deyib baxmalısan, indi bizim İranda 30-35 milyon potansiyelimiz var. O 30-35 milyonun potansiyelini meydana gətirə bilsək, o anayasa, İranın anayasasına istiqlaliyyət haqqını bu bölgələrə almaq imkanı var. Bu imkan var. Çünki siz sayılara baxın da, gedin sayılara baxın. Cəmiyyəti fars olsun əslən. Teorik olaraq, buyurun. Teorik olaraq vardı, əgər varsa, yəni imkan var da teorik olaraq. Yəni, teorik əyərsə bizim sayımız deyə. Baxın, mən sizə bir dənə söz deyim. Orada, yəni bunu istəyirəm deyim, bu istiqlal sözünü, istəyirsən bir daha da intiqad edeyim istiqlal düşüncəsinə. Təhlükəli intiqad daha bu. Tamam, buyurun.
Birinci dəfə bunu deyirəm, indiyəsən deməmişəm. O da Buyurun. mülahizələr üçün deməmişəm. Amma indi deyirəm sənin proqramında. Yəni, bizim mediamız olsaydı bunu manşet elərdi. Buyurun. Ama biz bu kadar tanışırız, kimse saymıyor, orada tanışan var, diyen var filan var. Bir de evet Türk meselesinin hakkında gelip bir şey danışmıştım. Önemli mesele danışmıştım. Haber ha. Yani medyamız olsaydı manşetlerde patlayacaktı. Ne manşeti, ne medyası, ne filan. Bir daha medyamız yoktu. Yani dergimiz. Şimdi günler gördüm ki bazı medyalar deyirlər ki, mesela filansa tarih geçti, 5 yıl, 6 yıl filan bırak nesildi medya yazdı. İstedim onun altına yazdım ki bizi sansür eləməklə geçti o 5 yıl, 6 yıl. Bizi sansür eləməklə. Və o bir televizyonlar bizi, məndə bir tedad insanları ki, mən bilirəm o bir tedad insanlar verici, çox böyük bir adam insanlarla çox televizyonda olub danışırdılar. Onların sansörü ilə o televizyonlar geçən 15 il hizmet. Yəni, ən utancı verici bir işi görüldü. Yani kim apardılar danıştılar? Adam iyi danıştılar televizyonda ottu dedi ki din ad vermeyeceğim puanı menfi verirsen. Geldi ottu dedi ki pastarlar bizi koruyurlar Türklerden. Yani pastarın taraftarı taraf. Tarafı İran rejimi taraftarı. Təəssüfənə o cür şeylərdə oldu. Onlar o televizyonda ben de intikad ettim bir defa ki bu adamı niye getirdiniz? Dostumuz da o Azerbaycan faalıdır. Defeler televizyonda bizim ama biz sansurduk orada. Hər halda. Keçək söhbətimizə. Tamam, doğru. İndi gəldik o manşetə. Manşet. Şimdi deyirəm ki, əgər medyamız olsaydı manşet olardı. Bizimki durumumuz zəif, yəni güclü bir şeydə dəyirik. Güclü bir niru dəyirik. Çox şeylər. Bax, medyamız var, dərgimiz var, mübahisat fikri dərgimiz var. Yəni, heç zət yoxdur. Örgüt, təşkilat filan. Yani vəziyyət, yəni bunu çox istəməm bu söz danışıq. Yaxşı, Kürt məsələmiz var ki, Azərbaycan qərbi iddiası var. Və orada olan siyasi güclər federalizm şüarları var və federalizm istəyirlər. Çünki onların o qədər təcrübəsi var ki, bilirlər ki, İranda yasal zəmin, yəni qanun əsası haqlar geçməyəcək, heç vaxt haqq qazanılmazlar. Onlar bilirsən də, onlar beynəlmiləli təşkilatların üzvləridirlər. Bax, burada dedim, Avrupa'da sosial demokratlar, sosialist birliyin gözü də çox mühüm. Yəni, Avrupa dövlətlərini quran partilarla bir yerdə otururlar. Onların, yəni, təcrübəsi, bir də bunların müzakirələrin uzun zamanı var, təcrübələr çoxdur. Ta bir yasal zəmin quram, yəni Kürt məsələsi, xalqlar anayasaya girməyib, anayasada haqq qazanmayıbdır, qeyri-mümkündür. Ona görə onlar federalizmi, elə İran rejimi açsa da bugün federalizmə oturur. Hətta o rəhbəri otur, Rıza Pəhləvinin yanında da, rəhbərlərinin biri, o Rıza Pəhləvi. Niyə otdur orada? Ona mühüm deyil. Çünki deyir ki, bax, mən burada oturmuşam, hər kəs bilir, mən Kürt kimdir, Kürtlər ötürü oturmuşam. Yəni, Rıza Pəhləvi oturmuşam, kimdir ki, bu kimdir, o kimdir, ona mühüm deyil. O istədisin, Kürtlər vardı burada və burada da var. Rıza Pəhləvi dədəsi. Manşeti gözləyirəm, mən manşet gəlsin. Yox, gəlirəm manşetdə, sən dayan. Kürt hərəkatı indi yerinə salıb ki, Azərbaycan qərbi olağançıdır. Ad da qoyublar üstünə də. Yaxşı. İstiqlal şüarını verənlər, istiqlalçı cərəyan İran rejiminin də, gələcək İran rejiminin, gələcək qüvvələrində qarşısında duracaqlar ki, biz istiqlal istəyirik. Özdə bir qısıtlı bir gücü də Azərbaycandan o gücdə də himayət, yəni hərəkət güclü də himayət olsun ondan. Əməldə nə olacaq nəticəsi? Əgər bu hərəkət güclü olsa, istiqlal biraz da güclü olsa, nəinki istiqlal ola bilər güclü olmaqla da Kürtlərdən güclü olmayacaq ki, iqlimi Kürdistanda 90% rəy verdilər. Ondan güclü olmayacaq ki. Onda bilirsən nə olacaq? Mərkəz güclərinə Kürt gücləri silahlı Azərbaycanı yürüyəcəklər. Və Azərbaycanı bölmək istədiyi Kürtlərin olacaq. Əgər istiqlal şüarımız gedirsə. Və yəni Azərbaycanın çox böyük bir itirim olacaqdır. Amma federal şüarı ilə meydana çıxırsaq, federal şüarı ilə meydana çıxırsaq, o Kürt gücü, həman Kürt gücü istər-istəməz bilir ki, orada biz olmayınca o bir şey qazanamayacaq. Biz federal şüarını... Sizin fərmanişlərinizdən mən bir nəticə oldum. Bir dəqiqə. Bir dəqiqə. Amma federalizm şüarından meydana çıxırsa, o Kürt gücü mərkəzlə deyil, mərkəz hakimiyyətlə deyil.
bizlə məcburdur yeriyəcək, bizlə yeriməyə çalışacaq. Çünki bizlə yeriməsə orada haqq sahibi ola bilməyəcək. Fəqət istiqlal məsələsi İranda, məsələn, Azərbaycanda biraz ciddi qüvvəyə sönürsə, orada deyəcək, aha, biz indi bu qüvvə ilə savaşırsaq kütlər, bu qüvvə ilə mərkəz dövlətin yanında olsaq, bəlkə bir şey qazana bilək. Və eyni halda torpaqlar qazanar. Ona görə bu çox açılardan bərrəslik eləmişəm da bu mövzunu, danışmışam filan. Amma bu açıdan heç vaxt deməmişdim. Bu açıdan da əhəmiyyətlidir ki, kütlərə, yəni Azərbaycanın torpaq itirmanı böyük bir zəmin yaradır. O da deməm lazım. Arz edeyim ki, Kürtlərin bu misallar da ki, burada oturmuşdu Rıza Pəhləvinin yanında, ya mücahidlərindən, bulanla, Bəhmanla bunlar otururlar, dururlar. Doğrudur. Amma bunu görürsə, bunlar opportunistlər. Hər fürsətdə değişəcəklər. Bunlar istiqlalçıdırlar. Amma feylən bu adlarda gedirlər ki, siyasi nirularla yaxınlaşsınlar, bir iş olsun. Amma bunun Ona adı opportunizm deyil. Ona adı təbliği siyasıdır. Siz fikriniz opportunistdir. Tamam. Nə opportunist? Niyə opportunist? Niyə opportunist? İndi bunu mən belə Kürdistana güc qazandırmaq istəyir. Kürdistanı məruf eləmək istəyir. Kürdistanı tanıtmaq istəyir. Arz edirəm. Sabahı bizim bizim bir dənə tarixi təcrübəmiz var. 12 Şəhribərdəki o Milli Hökumət Bəyaniyəsinin yaydı. Bizim ordumuz yox idi. Ondan bir ay sonra bizim ordumuz var. Yəni fədailər var. Bizim belə bir təcrübəmiz var. Və bundan sonra o zaman milli düşüncə deyə bir şey yoxdur bizim içimizdə. Baxın, bunu mən qabaqcanda demişəm bir yerdə. Allah rəhmət eləsin Pişəvəriyə, böyük bir adam idi. Amma milli düşüncəsi yox idi. Axir gündə Azərbaycan düşüncəsi var idi. Bir ay, o da getdi məclisə, məclis rədd elədi. Əks eləməli idi, reaksiya. Yəni bir düşüncə olaraq yox idi. Düşüncə olaraq getməmişdi məclisə, getmirdi məclisə ki, mən gedirəm milli dövlət quram. O gedir məclisə, İranın bir parçası ola. Bəlkə dəcə təsdiq eləsəydilər, o birislərdən də pis ola bilərdi. Amma o zaman ki, məclisdə bunun səlahiyyəti rədd oldu, ondan sonra bu qeydli reaksiya olaraq, əksül əməl olaraq gəldi. Bu milli hökuməti qurmağa çalışdı. Və sağ olsun, Allah rəhmət eləsin, sağ olsun ki, yox. Allah rəhmət eləsin, böyük bir iş gördü. Elə o reaksiya ilə və bizə bir tarix qazandırdı, bizə bir təcrübə qazandırdı, bizə bir teori, backgroundımıza bir teori qazandırdı. Bunlar yəni biz yaşadığımız bir dövrələr indi ki mən cənabsızdan danışıram, Güney Azərbaycanda və İranda türkçülük nə məşrutə dövrü kimidir, nə də Şeyx Məhəmməd Xiyabani dövrü kimidir, nə Pişəvəri dövrü kimidir, nə Şəqiq Midarı dövrü kimidir. Mən bir şey artıra bilərəm bura. Bir şey artıra bilərəm sizin sözdə. Baxın, bəli, Pişəvəri və firqənin rəhbərliyində mən onu gələn yaxın, bəlkə yaxınca uzaq danışacağım bura. Firqənin milli məsələsində baxış açısı, adamlar, insanlar filan. Orası biraz yəni düzdür ki, yəni Pişəvəri özü bir yəni bu düşüncə ki biz türkçülük əsasında milli düşünmək yoxdur. O düzdür. Amma onun sədməsi zərəri yəni firqə emalı hakimiyyət elədi. Yəni orada problem düzəltmədi. Yəni firqənin emalı hakimiyyətində iqtidar düzəltmədə problem, yəni bu milli olması problem düzəltmədi. Milli olmaması... Federalçılıq və İrançılıq bahisi oldu ki, istiqlal elam eləyə bilmədi, federali da ala bilmədi. Yəni o milli, nə mənə idi, qanun əsası məşrutə, anayasa iyalətini də icra eləyə bilmədi. Çünki İrançılıq var idi. Onu biraz o cür baxsaq, yəni biraz istiqlal elam eləmədi. Biraz zalimim da, mən biraz sitəm edirəm, bilirsiniz, mən biraz zalimim. Onda o sağlıqlı deyildi. Orada Rusiya, yəni şey vardı, Rusiya ilə qarşısında taza qurulmuş dövlətidir. Çox böyük bir itki, yəni 2-ci Dünya Savaşında çox böyük bir itki ilə çıxmışdı. Rusiya, qabağında Amerika və İngilizistan vardı. Yəni o rahatlıqda gəlsin, onun istiqlalını qəbul eləsin. Kim onun istiqlalını qəbul edəcəkdi bu? Yəni Pişəvəri istiqlal eləməsəydi. Eləsəydi fərqli olardı. Yəni bilirsiniz, bu ki, bir dənə millət, əkinci durur, gəlir, deyir, mən silah götürürəm. Bu vətən üçün savaşam. Baxın. Yox, siz İbrahim, Hidayət bəy, siz bilirəm, siz biraz cəngi adamsınız, Kollər.
Təfəkküratınız da elə biraz nizami cəngidir. Yəni əsgər kimi düşünürsünüz amma siyasetin biraz alanı biraz fərqlidir. Baxın, mən istəyirəm o deyim, milli olması firqənin, milli girayişin firqədə güclü olmaması hakimiyyətin qurulmasında problem düzəltmədi. O hizbin, yəni firqənin həyatının davamına sədmə vurdu. Getdi Hizb-i Tudənin içinə də milli olsaydı Hizb-i firqə Hizb-i Demokrat Kürdistan da o zaman düzəldi. Amma onlar milliydiler, getmədilər Hizb-i Tudənin içinə. Hətta Hizb-i Tudədə olan adamlar, kütlər çıxdılar, getdilər Hizb-i Demokratın içinə. Hətta Bizimkilər amma bizim komünistlərimiz belə kütçü komünist oldular, daha kütçü komünisti. yox, bəli, onu bilmirəm, amma bizimkilər, bizim Hizb-i firqə milli olmağına görə getdi bir də mərkəzi partiyanın içinə və həll oldu orada. Orada sədmə vurdu. Əgər milli düşüncə olsaydı və firqə həyatına devam etsəydi, biz bugün çox güclü bir pozisyondaydıq. Çox güclü bir pozisyonda. O sədmə oradaydı. O sədmə hakimiyyətdə dəydi. Can Şamili, istəyirəm bunu deyəm ki, bizim bir təcrübəmiz var tarixdə. Bu tarixi təcrübəni bugünkü gəlişmələrlə gərək qatışdıraq, bir nəticə alaq. Əlbəttə, yenə giririk bəhsə, mən istəmirəm cənabsına bəhsə. Olsun, bəhsə girmənin zərəri yoxdur biraz, çünki lazımdır. Bu iş biraz bəhsinə lazımdır. Mesela deyirsiniz ki, elamı istiqlal eləyədi, kim o istiqlalı qəbul eləyəcəkdi? Firqənin, milli hökumətin istiqlalını kim qəbul eləyəcəkdi? Baxın, o məqtəyi tarixidə bir çox yerlər elam istiqlal elədi. Zəngi Cahanidə də, Zəngi Cahanidən sonra 45 lira, üzrəm, çox məmləkət müstəqil oldu, çox. Yəni, hep biz deyildik. Yox, bilirəm. Bilirəm, yəni, baxın, siz bilirsiniz ki, o Azərbaycan Sovyet, yəni Sovyet oradaydı ki, Azərbaycan milli hökumət düzəltdi də. Yəni, Azərbaycan Sovyetin işğalındaydı, işğalında. Elə mən də onun müşkülü orada bilirəm, yox, belə əsli müşkülü orada bilirəm. Ya, o olmasaydı heç olmayacaqdı əslən. O dövlət də qurulmayacaqdı. Sovyet olmasaydı orada... Cavab Şamili, qoyun biləsi deyim. Əgər bugünkü istiqlalçılar ki var ha, hətta bugünkü federalçılar ki var ha, cənabuz və o birisi federalçılar ki çox hörmət qoyuram bilərlərinə və istiqlalçılar daha belə. Əgər o günkü şərait bugün ola, yəni bugün İran işğalda ola, ya İran dağıla. Baxın, bu nirular fori həman o kəddilər, o şəhərlilər, o cavanlar ki narazidilər, onları elə o şəhərdə olan padiqanlarla müsəlləh elərlər. Bu günləri ordu qururlar. Məsələn, neçə günün içində qururlar. Və bu elam istiqlal eləsin, əsən tanımasın, 50 il tanımasın. Mən elam istiqlal eləyib, heç kəsə məni tanımasın. Yəni, gedər qabağa, yəni gedər qabağa. Və ondan sonra, elə o zaman elam istiqlal eləsəydi, heç olmasa bulutçu şərq himayət edərdi. Gebres gözümüzün qarşısındadır ki, Kuzey Gebres Türk Cumhuriyeti gözümüzün 50 ildir oradadır. İndi Türkiye'nin dövlət tanımasın, o müstəqillik. Yoxdur orada. Dövlət tanımasın. Yəni sən istəyirsən öz millətini fəlakətdə yaşadırsan. Yox, fəlakətdə də qəzib. Yəni Gebresə mən getməmişəm, o gedənləri görürəm. Gebres çox da olmuşam orada. Axı Gebresdən sən girəndə, bazarın içində. Bəli, bazarın içində. Nə cür? Gebresdə fəlakətdir. Baba, Gebres'in evvelen Gebres Türkiye'ye puluna ihtiyacı var. Pulunun muhtacıdır. Türkiye gelmese, yani biz de oturacağız ağzı kimbize pul vereceğiz biz müstakil olsaydı. Kimbize temin edeceğiz. Bununla beraber gidelim. Türkiye temin edeydi. Yok, ama biz geleceğiz Rus, pro-Rus bir mesela istiklal devleti. Yani komünistler olan yerde Türkiye cumhuriyeti durur. Yani bakın, dikkat edin. Terörist olsaydıq Azərbaycan kimi olardıq bu günləri. Amma bu günləri mütəəssifanə Azərbaycanın o Sovyet dövrünə həsrət qalan bir vəziyyət. Qulaq as lütfen, lütfen qulaq asın. Yəni baxın, bir şeyə dikkat edin. Baxın, Stalin qərar verdi ki, geri çəkilsin və bunlar da geri çəkilsin. Tamam? Yani Stalin bizim istiqlalımızı istəmirdi. Yox, mən bilirəm, onu demirəm. Əgər o dünya birinci, ondan sonra mən bunu deyirdim, yəni bəlkə yetirə bilmədim. Dünya birinci, ikinci savaş başlayanda bunlar zindandan çıxdılar. Zindandan çıxıb gəlib Tehranda Farsi ruznamə çıxartdı 4 il yarım.
Təbrizdən işi olmadı heç deyə bilirlər. O 4 il yarımı milli düşüncə olsaydı, 4 il yarımda Azərbaycanda 4 dana türkü məcəlləsi qaçsaydı, Azərbaycanda əslində bir ayrı bir oza olardı. Baxın, Azərbaycandan məmur adamlar qaçmadılar. Siz bakın, ben size bir söz diyeyim. Azərbaycandan biriyə qaçmadı. Azərbaycandan filan kəs qaçmadı. Onlar ki, milli düşüncələri vardı, qaldılar, edam oldular. Əqəlliyyətdə qaldılar, silahsız qaldılar, edam oldular. Onlar ki, qaçdılar, onlar İrancı düşüncə ilə qaçdılar. Sonra da getdilər Tudədə idğam oldular. Siz buyuran düzdür. Çünki milli, amma indini mən danışıram. Bu günləri içəridə milli düşüncə var. Yok. Bu günləri içəridə yüzlər nəfər gedir zindana ki, Pişəvəri dövründə yox idi. Pişəvəri dövründə biri də yox idi. Pişəvəri dövründə o imzalayanlar var, ha 12 maddəni imzalayıbdı. Onların bir çoxu Framasondur. Bakın, bakın, onda 2. Dünya Savaşı'nın o aşamasında Birleşmiş Milletler kurulmamıştı hala. Birleşmiş Milletler kurulmamıştı. Yeni reform, uluslararası hukuklar yazılmamıştı, yeni reformlar falan. Orada bir feza, imkan vardı ki cengi kudret arasından bir şey çıksın. Yani Rusya ile Amerikan arasında. Ama acaba Rusya bu kadar 2. Dünya Savaşı'nda itkiden sonra Amerika'nın karşısında durmak isterdi. Stalin dedi ki yok, istemiyorum. Ama federal sistem qalsaydı İranda o zaman, mənim öz nəzərim budur ki, əgərsə fədailar müqavimət eləsəydilər, ehtimalı vardı ki, o qalaydı, hakimiyyət qalaydı İranda. Ehtimalı vardı. Müqavimət yəni eləsəydi. savaşla, yəni ehtimal ki, yox. Mənim nəzərimə çox ehtimala görə qala bilərdi. Amma müqavimət göstərmədilər. Firqənin rəhbərliyi o son günlərdə 3 yerə bölündü. 3 yerə. Bir cenah Stalinçiydi, bir yanın o başlığında ki Stalinin sözüne bakıp geri oturmak istediler. Bir cenahı Cavid rəhbərliyində ki dövlət mərkəzi ilə barışaq deyirdiler. Bir cenah da müstəqil mücadiliyə o iki vəzir dadı üstəlik edəm oldu və Pişəvəri. Müstəqil mücadilənin idaməsində. Amma bunlar o son gündə yəni firqə geriyə oturma, fədailərin geriyə oturma fərmanı verəndə Pişəvəri fərmanı vermədi. Və firqənin rəhbərinin dəyişdi, komitey mərkəzi rəy verdi, firqənin rəhbərinin dəyişdi biriyə fərmanı geriyə oturma verdi. Yəni 3 cinayədir firqənin rəhbərində. Bir daha da burada bir gözəl dərs çıxır bizə. Tarixdən dərs çıxır. Yine məsələ də bu dərslikləri çıxartmamızda elə deyil. Sizin də xoşunuz gəlir dərslik çıxsın filan. Mühüm dərs budur oradan çıxdı eşiyə. Firqə bir hizb deyildi. Firqə bir cibhə idi. Ki bir qısa zamanda Azərbaycan şəxsiyyətlərini yığmışlar bir araya. Firqə bir uzun prosesdə siyasəti pratik ictimaiyyəti yoxdur ki, desin ideolojisi nədir, stratejisi nədir, yapısı, yəni onun içine yani canına yanına qatsın, üzvlərin hamısının. Komitey mərkəzinin ən sonda bu dərəcədə ixtilafları köçütdü firqəni, milli hökuməti köçütdü. Ona görə hizbiyyət və onun tarixi və devamlılığı bir partiyanın onun istihkamını göstərir. Bizdə o cür partiya feylən də yoxdur hələ. Feylən o cür partiya yox. Partiyanın 50, 60, 100 il tarixi olmaq lazımdır. Ki o desin bu partiya olub, onun ideolojisinin, onun stratejisinin, onun analizlərin... Tarix bizə göstərir ki, hər zaman eləyə bildik ki, partini quraq və hətta zəfərə yetirək. Yəni, məsələn... O da yetirdə də, mən indi tarixin o dərsini alırıq da. O düz deyil. O şikəstə müncəlir, o firqənin təcrübəsidir. Ki, son andakı düzgün təslim tutacaqlar müqavimət qərar verirlər. Birinci də Şahla barışaq, birinci də Stalinin yanına, bir də yox müqavimət edir. 3 cinaha bölünür və firqə köçür. Milli hökumət köçür. Bu düzdə, yəni, onlar ki, mənə qulaq, dərsdən danışır, dərslikdən danışır. Bax, onlar ki, təsəvvür edirlər ki, bir gecə içində bir partiya düzəldəcək, hər zat gülü bülbül olacaq, xətadadılar. Bizim ən azı təcrübə siyasivarımızda o da firqədir ki, bir anda köçdü üçün bunlar bir hizbidəydilər. Bir anda gəlib geçmişdilər, fərqli cərəyanlar düşüncələr və bahis oldu belə olsun. Ona görə biz təşkilat quruluşuna
və təşkilatın gəlişməsinə Azərbaycanın bu prosesində, Türklərin təşkilatına düşünməliyik, çaba göstərməliyik və hər kəs təşkilat üzvü olub onları gəlişdirməlidir. Bu qədər. Mən bu qədər düşünürəm ki, əgər milli hökumət dövründə milli düşüncə bugünkü qədərin %1-i qədər olsaydı, insanlar 1-2 ay orada savaşsaydılar mərkəzinə, 1-2 ay, Tehranın ordusunun qabağında 1-2 ay savaşsaydılar, Sazimani Milal qurulurdu. Qurulmuşdu, yəni namə yazıb orada, pişəbəri. Onda müstəqil dövlət olmayacaq. Elə İran içində federal sistem qurulacaqdı. Yenə də Yəni hətta o cür olsaydı bizim mənfəətimizə olardı, amma əlbəttə. O qurulsaydı, ondan sonra başqa millətdə də qurulacaqdı. Biz bu gün nə mümkün deyil, İranda birinci söz deyildi. İrançılıq oradakı o şurada Framasonlar və İrançılıq çox üstün olduğu üçün əslində Azərbaycançılığa və Türkçülüğə yer vermirdi. Hansı şurada? Yer vermirdi. Hansı şurada? Elə 12 nəfər 12 maddəni imzalayanlar. Cənabınıza burada 3 yerə görünür. Doğru. Tamam. Bunlardan geçək bu şeydir. Mən cənabınız buyura baxdım görüm Sazimani Milal hangi il savaş qurtulan günlərdə təşkil tapıbdı. Oktyobrun 24-də təşkil tapıb 1945-də 89 məmləkətdən ikisi deyib yox, qalanı deyib həm dövlət Sazimani Milal qurulubdu. Ondan qabaq ondan qabaq 54 məmləkət var idi. Yəni Birinci Dünya Savaşından sonra Cami-i Milal düzəlibdi. Vardı Cami-i Milal. Ondan sonra İkinci Dünya Savaşından Birləşmiş Millətin qurulması məsələdə orada yeni reformların yazılması falan ki, dünyada önemlidir. Yox, mənim mənzurum nədir? Cənabınız buyurdu ki, rəsmiyyətə tanımazlar, ya tanırdılar. İstəyirəm deyəm ki, savaşda 54 məmləkət var, hududən. Amma şeydə, bu rəy alanda 89 məmləkət var. Yox, mənim sözlərimə diqqət eləsəydiniz, mən dedim ki, o tarixdə ki, hələ Sazimani Milal qurulmayıb filan, yəni hələ reformlar yazılmayıb, imzalar atılmayıb filan düzgün reformlara, onda ayrılmağa bir imkan vardı, yəni istəyirəm onu deyim. Amma, yəni firqə zamanı, amma yəni mənzur hüquqi cəhətdən imkan vardı ha, diqqət edin, ayrı şeylərdir, hüquqi cəhətdən deyirəm. Amma siyasi güc cəhətindən Stalin ki, yox dedi, şeydə ki, Amerikada ki, əsla bu qəbul eləməzdi, tamam, yəni olmayacaqdı, amma hüquqi cəhətdən indi ona imkan yoxdur. Amma o zaman, o anıda, o şəraitdə imkan vardı ona. Amma nə firqənin için, məncə, yəni arzu eləmağımız da biz firqənin İran içində təcrübəsini için onu diqqətlə gözdən keçirməliyik və bu gün ondan istifadə etməliyik, onu demək lazımdır. Doğrudur. Sonunda. Əzizim, bir dəqiqə yalnız, saat 10'da mən, yəni, biraz, bir iştirak, mən, yəni, biraz yorgun hiss edirəm özümü. İstiqlal bölümünü qutaraq yığışdıraq da. Qoy İstiqlal bölümü uzun danışaq, yəni, gözəldir, tərəfdarı çox olar. Əlaqəmənd olurlar, İstiqlal dostlarımızda istərlə qatılsınlar. Onlara motivasyon verirəm, özlərindən daha çox güclü difa etsinlər. Əziz Şamili cənabları, bizim indi bu gündən sonra 2 gün vaxtımız var cənabınızla. Belə bəhsin %10'una cavab verməmişik. Bilirəm da, məncə bir iş, yəni, bilirəm, amma bir yerə yüklənirsə, yəni, bilirsən, uzandıqca, yəni, keyfiyyət, izahat da zəiflir, onu bilmək lazımdır, yəni, beynin kapasitiyetini diqqət yetirmeniz lazımdır da biz. Tamam. İnsanlık bir de biraz da... Ben kurtarırım ama sizden bir gene de şey Allah. Mənə suallar qalsa hamısını gərək sonra səslə göndərəsiniz mənə. Eyni o 13 dəqiqəlik kimi, 1 saatlıq kimi düzəldəsiniz, göndərəsiniz ki, yoksa... Bəlkə də bu gözəldir, yəni, bu cür formada. Qaçaq vaxt taparıq ki, yine bu cür müzakirədə həyatçıdır, yəni. Niyə qaçaq vaxt? Mən saat, məsələn, olay qutulandan sonra. Mən yox, ondan qabaq şərəf təkmil olsun, bu bir dana projədir, istəyirik bundan bir danışqahı bir iş görək əslində. Ona görə... Yox, olsun. Hələ baxa görək nə edirik, tabii, yollar taparıq. Tamam. İndi məncə istiqlal mövzusu biraz şeydir, yəni gözəl mövzudur, yəni lazım mövzudur. Çünki bizimkilərdə də vardı bu istiqlal məfkurəsi. Mənim danışıqlarım və istidlallarım, əlbəttə bir daha başqa istidlallar deyəcəm indi, qoy onu deyim, onu
qutarmadan deyim o yadıma indi düşdü. Mənim istiqlallarım bizim istiqlalçılarımızı gücləndirir ki, argüman tapsın da, yəni argümannamın qarşısında argüman tapmaq üçün çalışsınlar. Cevap var yok, biraz da səmimi olsunlar. Yəni duygusallıq, yəni ideolojik düşünmə, siyasətdə ideolojik düşünmə çox təhlükəlidir. Mən İslamcıyam və İslamın hakimiyyətini ötürü nə olur olsun gedəcəm filan. Yox, siyasətdə dinamik olmaq lazımdır. Dinamik nə edə bilərik də düşünməyimiz lazımdır. Ona görə yəni mənim dediyim faktorlara düşünmək onlar üçün də yaxşı olar, bizim üçün də. Fərq etməz. Hamımız üçün ikimiz də xalqımızın saadətini ötürü çalışırıq. Amma qoy bir daha argüman gətirim. Mən istiqlalçılara, istiqlalçı dostlarımıza test imkanı varımızdır. Test eləsinlər ki, fikirlər düzdür ya yanlışdır. Test. İstəyirsiniz o testi deyin? Buyurun. Yəni fikirləri test edə bilərlər ki, bu fikir nə qədər düzdür ya yanlışdır. Əvvəl sual budur. Mən sizin özünüzdən də soruşa bilərəm. Çünki əvvəldə demişdiniz, iznim yoxdur sizdən sual soruşum, amma deyək 9 tane sual. Yəni elə biraz cavab verməyərsiniz. Buyurun. Ki, əcəba bir dövlət iki elamı istiqlal eləyir. Yəni yasal yox da, yasa dışı, yəni qeyri-qanuni. Məsələn, bütün İran rejimi çökür, İran qanunlarında filanda nə istiqlalda, nə federalizmdə filan heç zat yoxdur. Amma bir quruq gəlir elam Azərbaycanda deyir, mən istiqlal istəyirəm. Elam edir istiqlalı. Buna deyirik yasa dışı, yəni qeyri-qanuni, yəni qanuni dəstək yox olmadan elamı istiqlal edir. Bir də var qanuni dəstək olmaq elamı istiqlal. Məsələn, Quebec gedir istiqlal referendumu, qanunudur. Mən onun tərəfdarıyam, onun o istiqlalın tərəfdarıyam. Mən. Amma qeyri-qanuni istiqlal istəyənlərə, yəni yasal dəstək olmadığı istiqlal istəyənlərə bir sualım var sizə. Əcəba, belə bir yasa dışı istiqlal elam eləmağın, o ölkənin istiqlal qazanması başqa ölkələri o ölkənin rəsmiyyətə tanımağına bağlıdır da. Yəni, o istiqlal eləyən bölgəni gərək başqa dövlətlər rəsmiyyətə tanıyırlar ki, ola dövlət. Tanımasalar, o dövlət olanmaz. Siz bu sözü başa düşə bilirsiniz mi? Kamilən başlayıram. Tamam, gözəl. Məsələn, buna da çox misallar var da. Biri elə Kipres misaldır, biri Qarabağ misaldır. Qarabağ şimdi də məsələsi həll oldu filan. Yəni, çox bu cüsü misallar var. İndi o Rusiya gedibdi, məsələn, filan yerdən topraq alıbdır Gürcistandan. Özü oranın istiqlalını qəbul edib, amma dünyanın heç şey qəbul edən burada. Yəni, problem ucusu. Hər halda bu olan bir işdə, yəni istiqlal elam elədin, gərək başqa dövlətlər onu rəsmiyyətə tanıyırlar. Ondan sonra Kosovonun, bir daha da misal verim, Kosovonun dövlətini layihə, yəni məhkəmə, beynəlmiləli, uluslararası məhkəmə istiqlalını qəbul etdi onu. Yaxşı, hətta o istiqlal qəbul olandan sonra da indi çox dövlətlər Kosovon dövlətin rəsmiyyətə tanımırlar. Yəni problemli bir halətdədir. Ortada duran bir ölkədir Kosovo. Hələ, yaxşı, əgərsə o dövlətlər rəsmiyyətə tanımayınca bu dövlət olmayacaq. İndi siz hər istiqlalçı test eləyə bilər ki, acaba istiqlal elam edə bilər? Geçsən... İki dənə indi burada sizin argümenizin qarşısında iki dənə argümen gətirib. Bir. Mən sözümü deməmişəm ki, elə. Aha, buyurun pəs. Mən dedim, mən deməmişəm. Yox, mən deməmişəm. Bax, mən deyirəm ki, indi siz deyin ki, məsələn, hizb istiqlalsınız. Mənzurum o istiqlal partisi bir hizbisiz. Amma istiqlalcı hizbisiz. Gedin Kanada, vəzir umuru xarici Kanada, deyin, amma istəyirəm vəzirlə görüşüm. Ya vəzir də, məsələn, xarici işlər nazirində bir diplomatla görüşmək istəyirəm. Haqqım var da, görüşə bilərsin. Deyəsən ki, nəyə görüşmək istəyirsən, qardaş? Deyəsən ki, mən istəyirəm özümü sizə tanıtdırım. İran siyasi coğrafiyasından gəlirəm, Azərbaycanlıyam, bir Azərbaycan partiya varındır. Bu hizbimin tərəfdar istiqlalı Azərbaycan cünubidir və İrandan istəyirik ki, Azərbaycanı ayırır. Ona görə istəyirəm bizi tanıyasınız, biz de sizi tanıyaq. Normalda belə olur. Görün, əgər o diplomat ya o nazir sizinlə danışsa, belə desə, danışa bilərim. Onda deyərəm ki, bu istiqlal olan bir işdir. Mən buna cavab verim daha. Bir dəqiqə tələsmə. Bir iki dəqiqə də tələsmə. Ona görə bilirəm, sən də istiqlalçısan, çalışsan, tez cavab verəsin, amma bunlar, bu biraz təhəmmüllə. Baxın, o deyəcək ki sizə, o diplomat ya o nazir deyəcək sizə, mən əgərsə siz taza bayraq, taza siyasi coğrafiya yaradasınız, biz sizinlə danışa bilmərik. Danışmayacaqsan. Sən soruşacaqsan, niyə qardaş danışmırsan? O deyəcəksən ki,
mənim ölkəm uluslararası hüquqda ölkələrin bütövlük ilkəsini qəbul edib, biz istiqlalçı, yəni bir ölkəni bölən qrupla danışmaq, bu qeyri-qanuni işdir bizə. Görsən, məni işimdən edərlər. Sən çönəsən, deyəsən, baba, insan haqlarında həqqimiz var, azadıq da, yəni bizi düşünək. Siz yəni azad deyil istiqlalçı olaraq. O üçün sənə deyəcək ki, əlbəttə sən azadsan ki, istiqlalçı olasan. Amma mən səndən istiqlal üçün müzakirə etməliyəm, çünki qeyri-qanunidir. Tamam. Diqqət edin. Bitti mi? Yok. Yəni, heç bir ölkə o öz qanunun ayağının altına qoymayacaq ki, Akşin Azərbaycandan ötür. Tamam. Diqqət edirsiniz. Yəni, bu bir testidir, bu rəsmi bir testidir. Görsə, baxın, hətta bizim dostlarımız, istiqlalçı dostlarımız deyirlər, bir müzakirə edir, söz danışında bizi sorguya çəkirlər burada dövlətlər. Niyə? Ha, istiqlala qeyri-qanunidir fəaliyyət. Hüquq, yəni, uluslararası. Bak, indi ərz edeyim, o üçün yasaldan danışırıq. Yasal zəmin və qeyri-yasal, yasal dişki buyurdunuz. O zaman ki bir məmləkətdə inqilab olur və yıxılır o məmləkət, tamam hökumətlər o sistemi siyasi ki yıxılıbdır, ondan qəti rabitə edirlər. Rabitə eləmirlər, dondururlar, rabitələr donur. Ta yeni sistem bəlli olsun ki, bu yeni sistem hüquqi cəhətdən nə əslən olacaq. Vəziyyət nə cür olacaq, yəni o məmləkət bölünəcək, bölünməyəcək, nə vəzdə olacaq, ona görə dondururlar. Elə ki, yeni sistem, hüquqi sistem bəlli oldu, nümunə üçün 57-də Şahənşahı getdi, İslami gəldi. Tamam şeylər, rabitələr dondu, ta bu rabitə bəlli olsun kimdir. Ondan sonra bunlar bilsinlər ki, kiminlə tərəfdirlər. İndi burada yeni hüquqi sistem mucuda gəlir, qabaqçı hüquqi sistem yoxdur dadı. Qabağı siyasi sistemdə yoxdur. Yeni hüquqi sistem, yeni hüquqi şey gəlir. Bunun istiqlala nə dəxli var? Bir dəqiqə. Əslən qabaqçı hüquqi sistemə ya siyasi sistemə dayanmır ki, onlar deyərlər, qəbul edirik ya eləmirik ya siyasidir ya. Çünki bir siyasi sistem yıxılanda ya bir hüquqi sistem yıxılanda yerinə taza alternativ hüquqi sistem ya siyasi sistem gəlir ortaya. Və dövlətlər gözlürlər ki, bu istabil olsun. Hangisi güclü olsa, ya hangiləri güclü olsa, onunla girirlər. Taza deyirlər ki, sən qabaqçı rejimdə bu məsuliyyətlər, məsələn, borc vermişdik, borcları qəbul eləməlisən. Əcəba, sən hüquqi bəşəri qəbul edirsən, Sazimani Milləlin qabaqçı hüquqda, məsələn, qabaqçı rejim qəbul eləyib eləməyib mühüm deyil. Taza sistem qəbul edir ya yox, hüquqi sistem. Çünki taza hüquqi sistem mümkün deyə, mən rədd edirəm. Mümkün deyə ki, onlar içində qabaqçı rejim qəbul eləməmişdi, mən onları qəbul edirəm. Onları qabaqçıları da qəbul edirəm, bunları da. Amma düyunat-ı xaricini, düyun deyirəm, yəni pul, onları bu sistem məcburdur qəbul eləsin. Məcburdur. Taza sistemlər məcbur. İndi bir siyasi vəziyyət gəldi İranda bu günləri. 57 inqilabı misal vurdu. Bu günləri bir siyasi vəziyyət gəldi, bir durum gəldi. Bu rejim yıxıldı. Xarici hökumətlər tamam şeyləri dondururlar. Rabitələr donur. Burada müşəxəs olsun ki, hangi sistem ya hangi sistemlər ortaya çıxır. Mümkün 6 dana məmləkət çıxır burada. 6-sı elam istiqlal elgə. O 6 elə ki, istabil ola bilsələr. İstabil olsalar o dövlətlər bunlarla şey qururlar. İndi bunlar o duyunu nədir öz aralarında verəcəklər, borçları nədir verəcəklər xariciyə, o bir ayrı sistemdir. Amma burada taza bir hüquqi sistem yazılır. Bu hüquqi sistem nədir? Məsələn misal vururam. Azərbaycan elam istiqlal edir, Ərəbistan elam istiqlal edir, Bəlochistan elam istiqlal edir, Türkmənistan elam istiqlal edir, Farslar və vəsətdə elam qalırlar. Yəni bəlli olmur sistemləri nədir. Ya elam istiqlal gərək eləyərlər, ya da deyərlər biz bunlardan savaşacağıq. Savaşmağa girə bilməzlər. Nə Kürdlərlə, Kürdlər əslən onlara yaxın getməz o mərhələdə. Çünki 100 il onların əlindən çəkibdir. Heç vaxt onlarla bir olmaz. Heç vaxt. Azərbaycana və Türklərə, Ərəblərə, Bəluçlara ki bir ayrı mərkəzdən qopan bir güclü, Qoriziyas mərkəz və istiqlal istəyən bir güclü, bunlara dayanmaq gücü məcburiyyətindədir Kürdistan. Fars da əgər istəyir, ya gərək bunlarla savaşa ki, bunların hamısı ondan savaşmağa istiqlal alırlar. İstiqlal alırlar ki, ondan savaşarlar. Ondan istiqlal almırlar ki, deyərlər ki, tamam, sən nə istəyirsən, ged ora. Deyir ki, sən mənə 100 il zülm eləmsən, mən səni indi torpaqlarımda qəbul eləmirəm. Mənim də torpağım oracandır. Siz buyuran mövzuda, konuda düzdür. Yəni, hər kəsin gücü olursa, orada istiqlal ala bilər. Gücsüz insan istiqlal ala bilməz. Bu da sizin fərmayışınız. Amma bir daha diqqət edeyim, bir şey deyim sizə də mən.
Bir dəqiqə Bax, daha, bir dəqiqə. İndi burada bu şeydə xarici dövlətlər baxılır. Bu İranın içində nə keçir? Biz burada nə mövqe tutmalıyıq? Hər kəs öz milli mənafeyinə görə, milli şeyinə görə, məsələn deyirəm, ha misal vururam. Ərəblər baxır deyir ki, biz İrandan çox çəkmişik. İndi İran dağılmaq ərəfəsindədir. Biz istiqlal elan edənlərdən himayət edirik. Türk dünyası baxır deyir ki, tamam burada 30 milyon, məsələn Əliyev cənabları deyir ki, 50 milyon Azərbaycanlı var. Və bunların çoxu Azərbaycandan eşikdədir. Türkiyə də deyir ki, Türk dünyası var, o birisi də bu birisi. Bunlar da baxırlar deyirlər ki, bizim orada bir dənə Türk şey vardı, bizə bir coğrafi imkandır özü. Girişlərimizə hər cəhətdən siyasi, iqtisadi falan bizə bir böyük bazardır, bir böyük imkandır. Biz yenə duraq bunun yanında. İstəyirəm deyəm ki, yəni o dövlətlər ki, İrandan zəhərsiz çəkiblər, onlar elə əmələn duracaqlar istiqlalçıların yanında. Çünki İranın bölünməsi, bölgə, Orta Doğu dediyimiz yer, Xavərmiyanə dediyimiz yerdə Subatı ki, İran vurub bir-birinə onu qeytərir yerinə. Çünki Azərbaycan Subat vurmayacaq bir-birinə, müstəqil Azərbaycan. Müstəqil Əl-Əhvaz Subatı vurmayacaq bir-birinə. Çünki çəkdiğin görübdür. Bu girib ora girməyəcək. Eyni halda demokratik bir hakimiyyət quracaq orada, bu da burada demokratik hakimiyyət. Orada, məsələn, Azərbaycan, mən bir istiqlalçı olaraq, mən yazdığım anayasa ki, özüm yazmışam, mən bu Güney Azərbaycan haradan işğal eləyə bilsək, ala bilsək, oradan Azərbaycan hesablayıram. Mən özüm bilirəm. Ondan sonra deyirəm, bu federal şəkildə idarə olmalıdır. Yəni, içdə federal, eşikdə istiqlal. Böyük istiqlal. Bu mənim şəxsən İnsafəli Hidayət cızdığı şey. Mən istiqlalçıların tərəfindən, çünki heç partinin üzvü deyiləm, istiqlalçı bir partinin üzvü deyiləm, bəlli olan bir şey. Onun üçün oradan danışmıram. Amma mən İnsafəli Hidayət olaraq özümə cızdığım və hangi parti bu hususda mənlə istəyə əməkdaşlıq edərəm. Federalizmlə də əməkdaşlıq edərəm. Çünki mən federal backgrounddan gələcəm, bilirsiniz. Mənim keçəcəyim federalist olubdur. Ömrümün çoxu federalizmdə keçibdir. Amma orada nəticə almışam ki, cavab vermir. Çünki mən içəridə Türk içində federalist olmağımın tərsiri yoxdur ki. O zaman təsiri var ki, Farslar məni rəsmiyyətə tanıyırlar federalist olaraq. O zaman ki, Fars mərkəzi güc məni rəsmiyyətə tanımır, mənlə müzakirəyə girmir, mənlə danışmır, məni əslən bir güc hesablamır, ya əslən adam hesablamır ki, gələ danışaq və sansur edir. Cənabız müdüz radyo, televizyonlar bizi, amma Farslar da bizi şey edirlər, yəni sansur edirlər. Bu tür deyək ki, fəqət Türkçe olsun ya o birisi olsun. Bu ne tür? İcazə versin ben... Buyurun. Evet, bu dəqiqə. Mənim sözümün xülasəsi budur. İki cümlədə. O zaman ki, bir dənə rejim yıxılır, yerinə rejim gələr, rejimlər gələr, hüquqi sistem gələr. O yeni hüquqi sistemi eşikdəki dövlətlər ya tanırlar, ya qabaqçı hüquqi sistemə dayanmaz yeni hüquqi sistem. Yeni siyasi sistem qabaqçı siyasi sistemə dayanmaz. Ben başa düşürəm. Yəni, çalışdınız ki, istiqlalın yolumu sözlərindən açarsınız. Amma ilk çoğu siz deyən olardı. Ama bakın bu söz ki deyirsiniz ki, yani ciddi istidlalların olmaması ki, bizim istiqlalçılarımızda çok bu var, çok tekrar ederler. Farslar ki bizi rəsmiyyətlə tanımır, biz nə tür federal qura bilərik? İhtiyacı yoxdur federalizm qurmada Farslar bizi rəsmiyyətlə tanısınlar. Kimdən düşəməz tərəf kitabınız kimdir, niyə gelirsiniz federala? Qulaq asın. Siyasətdə dildə bir rəsmiyyəti tanıyıb tanımaq, yəni onlar niyə tanısınlar? Niyə tanısınlar? Türklərin rəsmiyyəti tanısınlar. Yəni Türklər, bu gün desələr Türklər vardılar, yəni gəlin bölüşək da. O istəmi bölüşsün ki, qardaş nərdəsin səni tanıyıram. Amma İran rejimi köçəndə sən öz bölgəvi idarəsinin kontrolünün əlinə keçirdikdən sonra o sənə deyə bilər sənə rəsmiyyəti tanımıram. Mən niyə gedim onda federala, gedərəm istiqlala da? Axı istiqlala dedim də, axı bu dedim siz yəni tarix, siyasət, hüquq, gələnək, siyasi gələnək, iqtisadi fəqət arzunuz budur, tamam, fikrin o cür deyil. Arzum bu deyil. Baxın, fəqət o deyil ki, mən cənabıza siyasi... Yox, deyil, yəni onu istidlalı deyirəm, bax, bu istidlal düzdəyir ki, deyəsən, federal Farslar bizi rəsmiyyət tanımazlar, ona görə ki, yox, sən gücün yoxdur, sən rəsmiyyət tanımırlar. Sən gücün olandan sonra rəsmiyyət tanımırlar.
niyə bağlanım ora? Mənim də sözüm budur. Bir ayrı Hücum yoxdur olunması niyə imkan. federala bağlanır? Bakalım ki ayrı imkanı yoxdur. Niyə yoxdur? İmkanı yoxdur. İstiqlal var Çünki da. dövlətlər İstiqlal istəmirlər ayrılsın. Baxın, Orta Doğu ölkələri, baxın, əslində məsələdən biri də budur. Baba, Nəzər Kürdistan, İcazə iqlimi buyurun, sual Kürdistanı, soruşun. Bunları cavab Şamil. İcazə buyurun, mən bunları dana sual soruşum, cənabı cavab verin. Tamam. Yo, axı Sizin istəyir nəzərinizdə İranda disable şey olsa, stable olmasa, yəni bu vəziyyət durmasa, dağılsa, bu vəziyyətdə hökumət getsə, hökumətin mərkəzi dağılsa, Niro əmniyyəti olmasa, polis olmasa, ərteş olmasa, sipah olmasa, sizin nəzərinizdə ərəblər mail olarlar bir güclü İranın federal çıxsın ortaya? ərəblər Bəli. mail olarlar, əlbəttə istəyirlər olur. Ərəb məmləkətlər, ha. Ərəb məmləkətləri güclü federal dövlət çıxsın. Yəni, nə dəxli var, istər istəməz. Yox. Onlar istərlər bir güclü İran çıxsın ortaya. İran indi bu saat, yəni İran bir daha köhnə ölkədir, Yox. bilirsiniz daha, yəni tarixi var İran orada. köhnə ölkə deyil. Yəni, İran köhnə ölkə heç deyil. də dəyişməyəcək İranda. Yox, İran köhnə ölkə deyil. İran çox taza bir ölkədir. Amma bunun da orası mühüm deyil. Əslində o ola. İran taza ölkədir. Çox taza ölkədir. Çox Bizim orada min il tarixi dövlətçiliyimiz vardı. Necə taza İranda ölkədir? bunda İran. Hər nə məli, İran bu ölkə də bu coğrafiya mənzurumdur. Bu coğrafiyanın tarixi. Bu coğrafiya dəfələrcə keçən min ildə gəlib olub bir belə, gedib olub bir belə, gəlib indi belə bir belə. Baba, yəni baxmayın, biz bunun indi siz keçən tarix siyasiyə baxarsanız gözəl. Bu bölgədə yazırlar, bizdən başladılar yazılar ki, olsun məsələ də bu bölgədə min il dövlətçilik də ənənəsi vardır. Ya siz deyirsiniz taza ölkədir. Adları dəyişilib də, adlar daima dəyişilib. Əfşar gəlib edib Əfşar. Qacar gəlib edib Qacar. Əfşarda çoxalıbdır. Yox, çoxalı Qacarı demirik. Bax, bu ölkə gücü var, biraz çox. Bu ölkədən baxın bir, ölkədən danışanmarıq axı. O zaman ki, ölkə yekəlir çıxır, ya ən sonunda biz Bəhreyn ayrılıbdır, o ölkədən ki danışırıq. Yəni o bölgə üzdən keçilibdir. Diqqət buyurursunuz. Yəni biz İrandan danışırıq. Niyə siz qaçarsınız borcdan? Bax, burada bizim öz millətimizin min il dövlətçilik tarihi, elə bu topraklarda. Bu topraklardan genişində olub. İsfahan mərkəz olub, Təbriz mərkəz olub, Qəzvin mərkəz olub, Tehran sonralı mərkəz olub. Ağa, burada Səfəvilər, burada dövlət qruplar, yəni ondan qabaq qərə qoydular, ağ qoydular, ta getsən, nəmədir? Qəznəvilərdən də arxa getdi, ta şeyəcən, Öməvi dövrünəcən bizim şeyimiz var, sabiqəmiz var. Ya min il bizim burada tarixçi dövlət var. Buna heç vaxt bu dövlətin adı bir olmayıb ki, hər bir xanədan gəlib öz xanədanın adını dövlət qoyub. Ən sonunda da İran qoyublar da. Qacar dövründə İran. Yox, diqqət buyurun. Siyasi danışanda biz siyasətdə eləyə bilmərik ki, deyək ki, siyasətdə dünənəcən Hindistanın adı Hindistani idi. Bu günləri istəyirlər adın qoyalar nədir onu? Deyirlər ki, Kocarat. Kocarat qoysalar da Hindistan adında qutuldu. Dünən tarixdə getdi tarixə. Amma indi deyirik, bugündən Kocarat var. Qutuldu getdi. Yəni ad dəyişəndə siyasi mahiyyət də dəyişir. Yəni siyasi mahiyyət dəyişdiyi üçün ad dəyişir. Mən bilmirəm siz nəyin üstə bəhs edirsiniz. İndi İranın Qacar dövründə bir bayrağı vardı. İndi gəlib bayraq olub. İndi bayraq. Yox, biraz bilirsiniz. Yəni sizin söhbətlərinizdə istidlal, yəni real istidlala dayanmısınız. Yalnız yəni istəyirsiniz fəqət ərzad rədd edəyəsiniz. Amma bunun üstə bizim problemimizi nə həll edəcək? Pozitivist, çox pozitivistdir. Cənabız bir argüment qoydunuz ortaya, 2 dənə. Yox, niyə məsələn İran kəlməsi bu gün o məmləkətin adıdır ya yox? İndi adıdır. Yaxşı. Amma bizim məmləkət... Keçən Qacar dövrəsinin sonundan buna İran deyiblər. Qacar dövrənin əvvəlində Qacar deyiblər. Sonra Əfşarmış adı, sonra Səfəviymiş, sonra filanmış gedib buzu dalıyıb. Bəs İran taza bir şeydir. Bəs İran taza bir şeydir. Neyini ağam? Mən də bilirəm taza bir şeydir. Mən də bilirəm taza bir şeydir. Neyini ağam? Çünki İran bir ideolojidir. Siz də bunu dünən deyirdiniz. İsrail də buyurdu. İran bir ideolojidir. Tamam. Ola danışmışıq. İstəyən bu bir ideolojidir. Bəs İran taza bir şeydir. O da ideoloji əsaslı bir şeydir. Qabaqcan bu cür deyildi. Qabaqcan ideolojili əsaslı və
Bir Nəyi millətdə dəyişər? əsaslı Sizin bu deyil. söhbətiniz nəyi dəyişəcək siyasətdə? Bu düşünce olarak biz de bunu değiştirer şey. Tarihen biz İran olarak bir şey değildik. Biz irade eləsək bura bizim değil, eləməsək yok. Gücümüz olsa alarız, gücümüz olmasa alamaz. Yəni kendi ada gücü olsa get al da ne? Ben de O şey adı odur. Onun adı odur. Sen indi Mən də gücünü əzəlatçılar gücləndir. sizinlə istiqlalçıların o qədər arasında fərqi yoxdur. Bunu dedim da ki, Yox, güc yəni siz, məsələsi. bizim əsas məsələmiz odur ki, indi onun adı nədir, deyil filan. Əsas məsələmiz odur ki, biz gücümüz olsun, topraklarımızı sahib çıxaq. Bu qədər. Amma İndi onun adı nə mən də onu olur, nə deyirəm ki, olmur? mən də onu ərz edirəm məsələn ki, əgər bizim gücümüz ola Azərbaycanı güvənliğini saxlaya bilək iç və dış, niyə gedək federal olaq İrandan ötürü? Niyə ərəblərdən ötürü, bəluçlardan ötürü, o birislərdən ötürü gedək məsələn biz savaşa ya bir mənafeyimizi qurban edək? Gözü sual nə verirsiniz? Ərəblərdən ötürü filan da kim, hansı siyasi bir millətə aid olan deyə onlardan ötürü gedək biz İranda qalaq? İranda o məfhumdur da. İran məfhumi xeyr, sən əks canıva, qulaq as. Onun ötürü deyil ki, Türk, Ərəb, Kürd birliyi, iş birliyi bundan ötürü deyil ki, sən istəyirsən ərəblərin İranda saxlayasan, İranı saxlayasan. Bu deyil, onun ötürü deyil. Sən onun yanında durmasan gücün olmayacaq ki, bir iş görəsən. Gərək bu millətlərin gücləri bir araya gələr ki, bir güc ola. Təbii ki, yıxmaqda bərabər əl verəcəyik da. Yıxmaqda bərabər əl verək, yıxaq, hər kəsin dövlətini qursun. Əgər sonra ərəblər, mən əlbəttə bunlardan çıxaq da, mən cənabınızdan gəl oldu soruşam, girdik bəhsə gələk, çox Ərəb məmləkətlər İranın, güclü İranın, yox bu rejim getdi, bu rejim gedəndən sonra, bir dana yenidən güclü İran çıxmağa ərəb dövlətləri istərlər. Niyə ərəb isə heç bir dövlət, o birisi dövlət özündən güclü istəməz? Tamam, bu bir. Acaba o dövlətlər, o ərəb dövlətləri, hələ Türk dövlətlərdən danışmırıq, Türk dövlətləri. Acaba ərəb dövlətlər deyirlər bir güclü Azərbaycan İrandan bölünsə, Güney Azərbaycan İrandan bölünsə, müstəqil dövlət olsa, mənim nəfimədir, yoxsa bir İran müstəqil olsa mənim nəfimədir? Sizin cavabı sualınız bilirsən hardadır? Ərəblər Filistinə sahib çıxsaydılar, ərəblərin nəfini, İsrailin nəfini. İsraillə savaşmırlar. İsrail güclü dövlətdir. İran yıxılıbdır yerində. Ya bir güclü İran çıxsın, ya bir güclü İran çıxsın, ya da İran bölünsün. Ərəblər harda durarlar? Ərəb məmləkətlər harda durarlar? Məncə siz özünüzü qandırmağa çalışırsınız, amma mənim sualım əsas sualdır. Ərəblər Türklərdən mühüm, xod Filistini qurtara bilərdik, qoymasın İsrail dövlət düzəlsin orada. Əslən savaşa istəmir girsin. İranda da istəmir savaşa girsin. İndini demirəm. 100 ilin tarixindən danışırıq. Ərəblər savaşa giriblər. Niyə Filistini qurtarmırlar? Niyə Filistinə köməklik eləmirlər? Filistinin dalısında durmazlar. Çünki İsrail güclüdür. Qutuldu getdi. İsrail 6 günlük savaşda bunların hamısını sındırıbdı. Hamısı şikəst yiyiblər ərəblər. İsrail'də. Amma İran sınsa gücü yox, ordusu yoxdur. Ərəblərin nəfqinədir ki, İran bir bütün İran çıxmaq yerinə orada 4 dana məmləkət çıxsın. Türkmən çıxsın, Əl-Əhvaz çıxsın, Azərbaycan çıxsın, Bəluçistan çıxsın. Bu 4 dana çıxsa ərəblərin nəfqinədir. Baba, hansı ərəb məmləkət oldu fikirdir axı? Niyə özünüzün yazdıqın, hansı ərəb dövlət oldu fikir? Hansı ərəb dövləti bu fikir eləməz ki, mənim düşmənim zəifləsin? Axı, düşmən hansı ərəb dövlət oldu fikir? Hansısı eləməz var, mən bunu sizdən soruşuram. Eləməz demin. Ərəbistan deməz ki, məsələn, zəif İran ya olmalı. Heç dövlətin haqqı yoxdur ki, heç dövlət bu dövlətin parçalanmasına düşünmür indi də. Demir, amma özəl şərait qabağa gələr. Siz niyə bu beynəl, o ərəblər ki, özləri zəif bir durumdadılar, əgərsə bu torpaq bütünlüyünü İranda qəbul edəsələr, o ərəblərin öz ölkələrinin neçə parça olmağına şərait yaradacaqlar. O ərəb o birisi məmləkətdən torpaq kopasın, o ərəb o birisi məmləkətdən torpaq kopasın. Ərəblər hamısı İranın siyasi coğrafiyasının bir-birinə dəyməsindən müxalif olacaqlar. Türkiyə də müxalif olacaq. Türkiyə hamıdan çox müxalif olacaq. Siz gedin Türkiyə deyin, siz bu günlər gedin Türkiyənin rəsmi partiyaların rəhbərlərinə deyin ki, biz istəyirik İrandan ayrılaq. Gözlə nə deyəcəklər? Ötürəl otaqlarını neşəyəsin. Sizi öz dəftər
Türklərin ötürələşiyə. Çünki getməz, bilmirəm, siz getməmişsiniz. Gediblər. Bunu təcrübədən deyirəm sənə. Bizim Gediblər. de dostlarımızdan mən getməmişəm. Ad aparmıram, amma dəftərindən ötürələşiyə. Mən də ad aparmıram, amma bilirəm ki, Güzel nə deyiblər? Gedin İranda demokrasiya çalışın. Tamam. Mən də ad aparmayayım. Niyə? Mən də aparmayayım. Niyə? Hər vaxt bizə köməklik eləmir. Ona üçün qoy bir başqa səbəb gətirim. Türkiyə dövlətinin, modern dövlətinin tarixi 100 ildir, 100 il. 100 ildə hansı addım atıblar səndən ötür, məndən ötür, Azərbaycandan ötür. 100 ildə qədəm at, 100 ildə, bax 100 ildə qədəm atmayan bir dövlət, bir gecənin içində siyasətin Hidayət bəydən ötür söyləyəcək ki, Hidayət bəy bu cür fikirləyir. Cənab Şamili, sizdən təəccüb elətdirməyim mən. Mən sizə bundan çox üstün bilirəm, cənab Hüseyin. 100 il. Abi, ya güc anlamın gərək dəqiq dərk ediyor. Baxın, Türkiyənin qarşısında bir tane güclü İran var. Torpaq olaraq 2 bərabərə yaxın İrandan, hətta bəlkə Türkiyədən böyükdür. Nəfti var, gücü var, ordusu var, falanı var, bəhmanı var. Türkiyənin bunlar yox idi. Eyni halda Türkiyə və İran hər ikisi bir dana buluşur. Yəni, bu geçən də İngilistanın, sonra Amerikanın müstəmirəsi idilər. Bunu geçən dəfə bəhs elədik. Tamam. Amma Türkiyə İranla savaşa girməyə istəməz. İndi də istəməz. Amma İran yıxılsa gecə, sabahları bizə dəstək verər ki, dövlət qurun. Yıxılsa, İranla savaş ehtimalını almaz gözünə. Amma İran yıxılsa bizə dəstək verər, ordu verər. Siz Türkiyənin siyasətlərini təqib edirsiniz büyük. Mən məsələn Türkiyənin siyasətlərini Türkiyə Əraqda, Suriyədə təqib edirəm. Görürəm ki, o yerlərdəki uduzdu. O nəticəni aldı ki, mən iştibah elədim. Əslən, Əraqda iştibah elədi. Türklər gəldilər, türkəmənlərin yerini aldılar. Suriyədə də iştibah elədi. Böyük də iştibah elədi. 2500 treli əsləhə getdi Türkiyədən Kürtlərə. 2500. Amerikanın istədiyi nirulara, hər dəmən idadı. Onlara getdi. Əraq Türkiyədən getdi. Biz İrana yaxın tərəfdən, bugünkü İrana yaxın tərəfdən. Qulaq asın. Mən də icazə buyurun da. İcazə buyurun ki, bu bəhsi qutaraq da. Bu bəhs vaqəən çox... Yox, bir daha muhalifisinin deyim. Yəni, baxın, Suriyədə Türkiyə federalizm qurmağa müxalif edir. Suriyədə. İndi. Siz deyirsiniz ki... Türklərin gücü olsa dövlət kurar. Bugün orada siz deyirsiniz ki, İran... Yəni, Türklər İrandan ayrısı, Kürtlər ayrılmayacaq, İran Kürtləri. Ayrılsın da. Ayrılabilsə ayrılsın. Türkiyə qoysa ayrılsın. Türkiyə qoymayacaq onu. Çünki o İran Kürtlərini qoymaz. Bizi qoyar. Biz Türk... İran Kürtlərini deyirəm. İran Kürtlərini deyirəm. İran Kürtlərinin... Qoymaz. Onu da qoymaz. Onu da bizimlə... Türkiyə qoymaz. Qoymaz. Yəni Türkiyə, İran Türklərinin deyər siz istiqlal tapın, amma Kürtlər tapmasınlar. Görürsünüz nə gərgin mövzular düşünürsünüz. Yəni, tamam. Ünlü məncə bu qədər eşidənlər hamısı təşxis edərlər. Tamam. Bunu keçsin. Bu bəhsin... Ağa, İstiqlal bəhsindən 5-6 dana sual qaldı. Bunu da cavab verək. Onu qoyaq sabah. Çünki indi biz 70 saat 10:30-a davamı sabah edək. Çünki yəni mənə... Tamam. Gücüm varmayıb. Bugün güzel bəhsdir. Olsun, bugün nə biraz da bəhslə geçsin. Nə olacaqdır? Yəni, bu bəhsi də az olub bizim şeydə. Hərəkətdə çox azdır bəhs. Biz sizinlə çox mədəni insansınız və bəhsimiz yəni rahatca gedir. Yəni, bir-birimizi başa düşürük, izah edirik bir-birimizə. Yəni, bu qədər də lazımdır. Yəni, məncə... Mənim bir amacım budur ki, burada dostlarla danışmağı öyrəşək bir-birimizdən. Bir-birimizdən qopulmadan, atılmadan, pis söz demədən qulaq asaq, argümentlərimizi ortada qoyaq, rədd eləyək, nəqd eləyək, bir-birimizi təhəmmül eləyək. Bilək ki, bax, bu da Azərbaycanlıdır, mən də Azərbaycanlıdır. Düşüncələrimiz fərqi var. Düşüncələrimizin fərqi olmaq təbiidir. Yəni, bundan təbii hesab olmaz. Elədir. Yəni, cənabınızın federalist olmağınız, mən gərək cənabınızı rəsmiyyətə tanıyam. Cənabınız da məni rəsmiyyət. İttifaqən, mən bir dana bir iştibah ki, görürəm bizdə var. Budur ki, məsələn, bizim mübarizəmiz İrandan çox, farslardan çox İstiqlal Federal davasına girmiş o.
Yəni biz bir-birimizə gücümüzü, fikir, heç olmasa düşüncə gücümüzü bir-birimizə sərf eləməməliyik. Biz məsələn, mən ciddi deyirəm, məsələn, Salih bəyin müsahibəsi vardı da, baxın, qoymuşam taza şeydə, sualı soruşmuşuq. Salih bəy, federalistləri necə görürsünüz? Deyir, federalistlər oradan ki gəlirlər, bizlə gəlsinlər, orada da özə biz gedək. Ya bizlə gələrlər, ya gəlməzlər. Yəni oradan ki o adam federalist gedir, biz də oradan gedirik. Amma biz oranı gedirik, o orada qalsın, qalmasın da bizlə gəlsin. Yəni baxın bu gözəl cavabdır. Yəni istiqlalçılardan o birislərin hələ cavabını almadığım üçün deyə bilmərəm. Amma Salih bəy Yıldırım Güney Azərbaycan İstiqlal Partisinin lideri olaraq deyir ki, federalçılar bizim yol yoldaşımızdır. Tamam. Baxın, o əlbəttə ki, yəni, əlbəttə düzgün anlayış olursa, əvvəla kim qərar verəcək istiqlala? Gələ bir xalq səsi olaya yox. Parti qərar verir. Cənabınız federalda qərar verirsiniz. Yox, cənabınız düşüncəni. Deyirsiniz, mən federalçıyam. Düşüncə başqa. Tamam. İstiqlalçı da Azərbaycan istiqlaliyyətində kim qərar verəcək? O istiqlaliyyətində o gün ki rejim dağılır, o günləri güc hər kəsdə olsa, baxın, sizin bu dediyiniz... Mən fikir etsən, o qədər güc olacaq, bir tərəfdə fərqli güclər olacaq orada. Bir güc Təbii ki olacaqdır. Təbii ki olacaqdır. Amma görək, əgər bizi istiqlalçıların gücü, məsələn, mən istiqlalın tərəflərindən, öz tərəfindən danışıram. Sizin gücünüz olmasa da elam istiqlal eləyəcəksiniz. O demək lazımdır. Mən bunu bilirəm. Mən onu elam istiqlal eləyəcəm. Radio, televizyonda da deyəcəm, amma mənim tərəfdarlarım çıxsınlar istiqlal üçün, geçsinlər partizalardan. Silahlı götürsünlər, savaşaq. Ağa, çox sevindim. Bir-birimizlə savaşmayam, ondan sonra məsələlər qalanır. Biz qətən mən Cənab Şamilini və federalçıları, mən özümü deyirəm, istiqlalçıların da dedim, birinin nəzərini qoymuşam ora, rəsmi düşüncəsidir, çox da baxın görün, fikirəm ki, bu bəhsidən sonra ki, əlan istiqlal danışırıq, bir dana da bəhs var, İran, ondan sonra federalizmidir. Mən federal bəhsində həm sualları soruşmuşam, Sayın Salih bəydən, həm də Kazaşdan bəhslər qutarandan sonra, yəni 6 gün qutarandan sonra Kazaşdan kətbi olaraq göndərmişəm ki, ağa, bunlara Kazaşdan cavab ver. Kazaşdan cavab almışam və o cavabı yaymışam. Yəni federalist özü fikirəm ki, bir saat federalizmə görə danışım adam. Zəhmət çəkib orada bir saat Kazaşdan federalizm nədir bizim düşüncəmizdən, iç düşüncədə necə düşünürük, eşikdə necə düşünürük, istiqlal niyə filan. Məncə biz iş görməliyik. Yəni cənabınızla mən istiqlalçı olaraq, cənabınızı mən deyirəm, çünki o birisi hizblərin tərəfindən mən danışamarım. Biz bir-birimizi qulaq asmaq məcburiyyətindəyik. Çünki görək, əslən, federalçı nə deyir, istiqlalçı deyir. Qulaq asmasaq nə cür bir-birimizə nəqd eləyə bilərik? Yox, qulaq asmasaq düşmən olduq da. İllədir bu ki, bir-birimizin indi düşmən görürük, Farsda da, İranı. Budur ki, biz bir-birimizə eşitməmişik. Yəni, mən cənabınızı eşitmişəm, çünki mən federal backgrounddan gəlirəm. Amma məsələn, fərz buyurun ki, mən həmişə deyəm ki, ağa, hər kəs federalisti düşməndir, qutardı getdi da. Ya mən cənabınızı niyə məhv Demirəm ki, yoxdur. Deyirəm ki, əgər belə görsək, ya federalçı deşək ki, istiqlalçılar düşməndilər, elə burada da biz bir-birimizə vaxt qoyub sözümüzü qulaq asmarıq ki... O cür düşünən yoxdur. Umaram ki, belə olmasın. Əməldə yəni ummaq deyil. Yəni izhar nəzərat rəsmidə federalçıların içində, istiqlalçıların içində federalçılara düşmən görən var, izhar var, izhar. Yəni danışıb, material var. Hain, filan şeylər var, amma federalçı tərəfindən istiqlalçılara o cür bir ifadələr əsla mən rast gəlməmişəm. Mən umarım, şəxsən. Bir tərəfdən də istiqlalçıların tərəfindən dil baxımından, yəni federalçılara çox ağır, səngin, yəni qati və çox baskıcı dil istifadə olur, amma federalçıların tərəfindən istiqlalçılara o dil əsla istifadə olmayıb. Yəni İngilizcə danışır. Mən demirəm, bilirəm ki, istiqlalçılarda federalın əleyhinə, federalçıların əleyhinə ağır cibhə var. Bunu bilirəm. Yəni, bilmədim deyil. Özümü vurmuram ki, mən yox. Amma mən şəxsən Sayın Şamili cənablarının
danışıqlarına, ya məcmu danışıqlarda, indi mən neçə ildir bu adamı tanıram, bir dənə də stratejik bizim bir bəhsimiz, qrupumuz var idi Facebookda, yaradıcısı da Cənab Şamil idi, orada bəhslər geçirdi filan. Mən oradan da bu üzə, yəni o zamandan bu adamı tanıram, hətta əgər ondan qabaq da tanımasam, oradan bu üzə tanıram Cənab Şamilini. Cənab Şamilin mən bəhslərinə qulaq asanda deyir, həmişə bu sual mənə məsələ oldu, həmişə. Demişəm, niyə bu adam bu gözəllikdə düşüncə ilə, bu umqla, dərinliklə ki, çox az adam var bu dərinlikdə, teorik dərinlikdə, çox az adam var Şamiliyə çatsın. Amma nədən? Bunun əsli dəftəsi istiqlalçılardır. Aha, orada bir böyük yanlışlıq var. Mən o stratejiyə indidən bu şəraitdə dayanmanı Azərbaycana zərərli gördüyünün üçün onu analiz məcburiyyətindəyəm. İndi vaxtı deyil o sözün deyə mən düşünürəm o cür. Ziyan verici olması üçün dedim sizə Azərbaycan istiqlal edişində bir ay yarım 2 ay olmadan istiqlal mövzusu meydana gəlmişdir. Ona görə ora biz çox yol qalırıq. Yəni istiqlal sözünü meydana gətirmək, demirəm işgal yerində gəlirsə, yəni güc sahibi, güc olsun, buyursunlar, okey. Amma heç sən olmadan istiqlala getmir. Yəni çünki güc əbzarı, yəni bizim hərəkətdə güc əldə etmə imkanımız çox var. Yəni istiqlal sözü demək qaçırtma, qorxutma, diskitmə hərəkətdən. Yəni baxın, aktivistlər demir ki, aktivistlər camiənin 1-dən 5%-nə, yəni 95% camiə bu mövzuları bilmir. Onlarla istiqlal unvanı ilə danışsan, diskinərlər, qorxarlar, qaçar. Mən ona görə müxalifəm ki, biz oraya yetişək, güc sahibi olmaq, milli maarifləşmə keçsin. Ondan sonra bir kəsimdə istiqlal tərəf, tamam. Bu kəsimin nə qəddir cami toplumunda 5%-dir, 50%-dir, 30%, baxa ora. Orada tamam şərait indidən 0 alanda keçirir. 12-dən hizb istiqlal düzəlir. 12-dən hizb istiqlal düzəlir. Nə demək? Özdə hamısı da bir intihar da milliyyətçidirlər, bütövçüdürlər, millətçidirlər, turancıdırlar, hamısı. Amma 12-dən təşkilat düzəlir. Qardaş, siz əvvəl gedin bizdən anlaşın, bir daha təşkilat edin təşkilatçıyı. Onda sizə biraz daha çox inana bilək. Amma bu göstərir ki, siyasi təcrübə burada sıfırdır ki, bir dənə məfcuriyə, bir ideolojiya, bir təşkilat, hər zada bir təşkilat lazım var, 12 təşkilat düzəlib. Bu göstərir, burada təcrübə yoxdur. Onda mənim müxalifətim istiqlal üçün deyil. Zamanında fikrin mətrəh olmamasının ziyan verici olması üçün mən intiqad mövzusundayım. Mən əlbəttə bunu fikirləməyin ki, mənəm, ha. Bu söhbət mən deyil. Bu söhbət uzun söhbətdir. Mən dostlarının birinin söhbəti İranda kimlər? Bax, bu tutulanlar, yaxalanlar, tanınmış şəxsiyyətlər, onların əksəriyyəti federalistlər. Yəni, onlar desəm hamısı, nə mənədir? Məsələn, deyək ki, Aptam adında bir dərgi çıxırdı İranda. O şeydə, Güney Azərbaycan öğrenci danışçıları. Özel sayı çıkartmıştı federalizm hakkında. Mesela Dilmanc adında dergi çıkırdı. Dergi. Yani orada Dilmanc özel sayı federalizme çıkardı. Tamam onun yazanları hamısı. Ondan sonra şey vardı. Deməli, varlık dergisi ve Azərbaycan çox yani Kasimi sözü federalizm. Mən də elə bir şey danışıb ki, mən fəqət federalizm. O üçün deyil. Yox. Estağfurullah, yani, estağfurullah. Bakın, baxacaq görək ki, bu indi biraz tezdir dəyərləndirmək. Biraz səbr eləsək, güclərin balansı da bəlli olacaq yavaş-yavaş. İndi deyil, amma şərait müsait şərait gəlirsə. Cənab Şamili, mən də İrandan çıxmışam 22 ilə geçir. Nə tez geçdiyim için. Xoş da xəbər deyil İrandan çıxmaq, amma nə elə? Yox, xoş xəbər deyil. Mən indiki şeyim olsaydı qalardım. İndiki ağlım olsaydı qalardım. Əlbəttə, mən uşaqlarıma görə çox məcbur oldum. Yəni, əlbəttə, məni də məcbur elədilər qaldım. Mən gəlməmişdim ki, qalam Türkiyədə. Mən hətta dostlar gəldilər, mənə dedilər ki, Keyhan belə bir şey yazıbdı. Elə o yazını göndərdik Sazman-ı Millələ, mən qaldım Türkiyədə. Yoxsa Sazman-ı Milləl desəydi ki, yox, okeydi, geççilə gedərdim. Yəni, bu qədər. Mən, yəni, bir dana bir şey yazdılar. Onun üstündə biz Türkiyədə dostlar dedilər ki, sən getməyəcəksən. Yoxsa mən ciddi, mən Almanda da gəlmişdim də Almana. Almanda dedilər, qal, dedim, qalmıram. Mən gedirəm, getdim vətənimə, yəni mən vətəndə qalmaq istirdim. Pəşimanam çıxmağımdan.
Amma uşaqlarıma görə də biraz sıxmağa məcbur oldum. Çünki vaqəən çətin günlər çəkirdilər. Amma Yəni bunlardan keçib yaxşı olub qalmanız da yaxşı olub. Yoxsa mən bir kəsindən İstiqlal Federalizmi əslində bəhs eləməyə tapılmayacaqdı bir nəfər. Siz Arz tapılmışsınız. edim ki, mən federalist idim İranda. Niyə? Çünki istiqlalı danışsan edam elərlər, federalı danışmağı lağəl edam eləməzlər. Çox gözəl söz dediniz. Aha, qəşəng sözdür bax. İçəridəki adam, Yəni içəridəki istiqlalı adam təbliğ edən məcburdur. məsələ İranda. İçəridəki adam məcburdur federalizmdən danışsın, ona yer alsın. Gözəl, Çünki dünən cənab gözəl, çox gözəl məqam işarə elədiniz ha. federalizm Özü təliyə saldınız burada biraz. yox, təliyə Yəni- salmadım. Yəni istiqlal bir daha stratejidir ki, İranda təbliğ ola bilməz. Çox böyük təhlükələr yaradır. Amma İranda nə dövlət, nə heç kəs inanmır federala. Deyir ki, bunlar federalistdirlər. Çünki istiqlala Yox. gedən yoldur. Onlar boş verir. Onlar əsas da. Əsas budur ki, bir fikri təbliğ eləyə bilmirsənsə, onu necə əldə edə bilərsən? Sual. Əsas sual. Allah'a medialarımız da var, təbliğ edirik bu fikirləri. Elə federalı da ha, yəni hamısının mediamız vardı. İçəridə də o açıq hüquqi zəminlərdən, bəzən də itilasız gözün yumduqları zaman, biraz yumuşaq olduqları zamanda o cür bir şeylərdə çıxada bilirdik. İndi də Siz çox yaşayın. Çox sağ olun. Təşəkkür Sağ edirəm. olun. Cənab Şamili, çox gözəl keçdi gün. Mən yorulmamışam. Mən axı yaşlıyam, baxmayın özünüzə ki. Mən Sağ olun, var olun. Siz bizim böyüyümüzsünüz. xahiş edirəm. Yox. Lütfüz var. Nə deyirlər? İnşallah ki, nə yorulasınız, nə qocalasınız. Çox Və sağ olun. istiqlalımızı ya istədiniz, mən bilirəm cənabınızı özünüzə də ərz eləmişəm. Sonra da proqramdan sonra zəng eləyəcəm, taza bir xəbər verəm xidmətinizə. Əlbəttə. Danışaq. Sabahları məni gözləməyin, sizə gəldim həttəm. Biz 1:30-da başlayırıq. 1:30? Yəni sizin 7-də. Sizin 7-də. Tamam. Yəni ona mən 2 dəqiqə qalanda an olmağa çalışıram. Mən də elə o əsasda gəldim. Tamam. 7:30 amma 7:30 mı olurdu? Buranın 7:30 idi. Yox, bir vaxtda qalmışdınız ona görə. Aha. Sizinkində 7-də giririk. Aha, tamam. 7. Mən yarım saat danışmışdım, biraz da çəkdi. 2-3 dəfə də getdik, gəldik, oldu 7:30. Amma onda bəs məni bağışlayın 7:30 bilmişdim. Yox, Oldu. 7-dən. 7. Tamam. Sizin 7-də biz an oluruq. Oldu. Gecə xeyrə qalsın. Sağlığına qalsın, sağlığına qalın. Hələlik. Var olun dostlar. Təşəkkür edirəm dostlar. Getməmişdən qabaq deyim. Dostlar, çox gözəl bəhs apardıq. Şamili cənablarına bu günləri cənab Şamil bağlamayın. Milli ərdəmli sifəti yaraşır. Çox gözəl insani şərif. Hətta o yerdə ki, lazım oldu insanların adını gətirmədilər. Və bunu göstərir ki, Şamili cənabları özün fikrini açıqlamağa aşırı, özgəni əzmağına yox. Əsla. Özgəni əzmir özümüzü görsədək, özünün düşüncələrin, partisinin, partilərinin düşüncələrin, onun üçün milli ərdəmli, mən umaram inşallah dostlar əl-ələ verələ, bir dənə medal tərrahlıq eləyək. Ciddi deyirəm, dostlara bu medalları verək. Çox sağ olun indi. Dostlar, keçən günlərdə İldırım bəy, Salih bəy İldırım cənabları 5 dənə milli ərdəmli, bir dənə ərdəmli sifət qazanmışlar. Əjdər cənabları, Əjdər Təğizadə cənabları gəlmədiyi üçün 60 mənfi alıblar. Yunus bəy Şamili keçən 4 gündə, bu günündən 4 gündə bir dənə ən ərdəmli və ondan üstün 3 dənə milli ərdəmli sifətinə layiq görmüşlər. Ya 2 günümüzdə vardı ki, cənab Şamili ilə davam eləyək. Ondan sonra umaram ki, bizim sorularımıza səsli fayl ya video faylı göndərələr və biz burada bunları davam eləyək. Gecəz xeyrə qalsın dostlar. Sabahları Təbriz vaxtı ilə 9-da görüşmək ümidi ilə. Gecəz xeyrə qalsın. Sağ olun. Çox sağ olun. Sağ olun. Sağ olun.